Sahib, sağ ol. Salam müəllim. Salam Arzu. Salam müəllim. Salam İsmail. Uşaqlar ekranı görürük. Bəli. Buyurun uşaqlar. Deyin gəl səhvlərinizi baxaq. 1. 1. Yəqin ki, biz bu modeli tək-tək gedərik. 2. 1-də də səhv var müəllim. Yaxşı, başlayırıq birdən. Uşaqlar, fonetik normanın pozulduğu cümləni bizdən istəyir. Fonetik norma hansı baxımdan gedirdik? Orfoqrafiya, orfoepiya, bir də durğu işarələri baxımından. Yaman günə səbr edənlər tez çatar, yaxşı günə. Tez çatar burada xəbərdir. Düzdürmü Nuray? Xəbər sonda yox, əvvələ gəlib də nə baş verir burada? İnversiya. Baxın, inversiya varsa nədir bu? Qrammatik norma. Qoyulmalıydı. Demişdik xəbər əvvəlcəni vergül qoyulmalıydı. Yox İsmail, mən o məqamı vurğulayandan sonra dönə-dönə bir məqamda vurğulamışdım. Əgər cümlədə inversiya varsa, həmin xəbərdən sonra vergülə ehtiyac yoxdur. Nəticədə bu cümlənin bir qrammatik əsası var. Çatar xəbər. Nə çatar? Kim çatar? Yaman günə səbr edənlər çatar. Bu cümlənin bir qrammatik əsası var. İnversiya olduğu üçün xəbər cümlənin ortasına gəlib. İsmail, bu məqamda xəbərdən sonra vergül olmaz. Qalan məqamlarda cümlədə inversiya yoxdursa, ortada xəbər gəlib. Bəli, xəbərdən sonra onda vergül qoya bilərik. Aydındır? İnversiya qrammatik normanın pozuntusudur. A-nı sildim. İmtahanda yüksək nəticə yığan abituriyentlər mükafatlandırıldı. Nəticə yığan, imtahanda yüksək nəticə yığan, yüksək nəticə toplayan olardı da, düzdürmü? Yüksək bal yığan olsaydı, yüksək bal yığan abituriyentlər və yaxud yüksək nəticə göstərən abituriyentlər ya nəticə, ya yığan sözləri elə ya belə bura uyğun deyil. Söz uyğun deyilsə, nədir bu? Leksik norma. Bəli. Arzular muncuq tək sapa düzülmüşdülər. Mən bu yazmışdım. Biçim yazılmalı. Var fonetik norma, bəli. Biz demişik ki, tək qoşması necə yazılmalıdır? Mütləq biçik yazılmalıdır. Ondan qalan tək ədatı, tək zərfi, tək sifəti ayrı. Amma düzülmüşdülər. Arzular muncuq tək sapa düzülmüşlər. Düzülmüşdü olsa da düşünürdü. Mənə baxımdan götürür. Bəli. Bir də burada norma pozuntusu var. Nəyə görə? Arzu cansızdır. Cansız mübtəda tək və cəm olmasından asılı olmayaraq xəbər tək olmalıdır. Burada kəmiyyətə görə uzlaşma gözlənilib, amma bu norma pozuntusudur. Nəticədə burada var qrammatik norma və fonetik norma nümunəsi. Uşaqlar, norma sualı hər dəfə deyirəm, norma və durğu buraxılış üçün əsas olmasa da, amma blok üçün vacib bir bölmədir. Tələsməyin. Variantı seçəndən sonra bu əvvəlki illər bəlkə olardı, çıxdaş eləməklə cavab alardıq. İndi demək olar ki, cavab ala bilmirik. Yəni, sən C-ni götürdünsə, Nuray, mütləq digər variantların niyə olmazına baxmalısan. Xüsusilə şərt sənə yalnız fonetik norma deyirsə, deməli, nəsə bir məqam var ki, bunu yalnız deyə vurğulayır. Şöyle aşağı. Tövsiyə edirəm ki, asan dediyiniz işləri axıra saxlamayasınız. Asan yazılmır, dıyla yazılmır. Yox, necə var, elə asan yazılır. Tələffüzdə elə deyə bilərsən. Burada mən bir problem görmürəm. Tövsiyə edirəm ki, asan dediyiniz işləri axıra saxlamayasınız. Burada bir problem yoxdur da, düzdür? Mən görmürəm. Onda silək qaldı E variantı. Niyə? Yeni tapılmış unikal kəhraba indi necə yazılır? Kəhrəba. Toplu sualıdır uşaqlar. Toplu sualıdır. Kəhrəba. Sizə əmin edirəm ki, kəhrəba əvvəlki illərdəki buraxılış imtahanı fonetika sualında istifadə olunub. Çünki bunu mən xüsusilə bu sözdən bir diaqnostik test hazırlamışam. İlin başında uşaqları işlədirəm. Uşaqlar həmişə də bunu səhv yazır. O testi də topludan götürmüşdüm. Toplu və imtahan nümunəsi. Əlqərəz. Təkrarlanır orfoqrafiya nümunələri. Toplunun orfoqrafiya, orfoepiya testlərini dəfən işləyin. Sözlər nə verilibsə onu təmiz öyrənin. Bir sualınız orfoqrafiyadan sözün düzgün yazılışı ilə bağlı olacaq. Bu formada norma kimi də ola bilər, tək başına söz də ola bilər. Nuray Aydındır, cavab ver. Bəli, müəllim, sağ olun. 2.
İkidə hansı cümlələri məqsəd intonasiyaya görə yalnız iki növə aid etmək olar? Əslində qrammatikanın ən asan hesab edilən bölmələrindəndir bu məqsəd intonasiyaya görə. Burada uşaqlar iki məsələyə diqqət yetirməlisiniz. Bir xəbərin ifadə vasitəsinə, bir də cümlənin sonunda qoyulmuş durğu işarəsinə. Yalnız, yenə də, yalnız iki növə aid etmək olar. Gəl, bu acını onun xətrinə ud. Sən ud. Bu cümlənin durğuları buraxıb. Deməli, durğu buraxılıbsa biz özümüz məqsədə görə getməliyik. Xəbər əmr şəklindədirsə, mən bunu əmr cümləsi düşünə bilərəm. Bir də nida cümləsi düşünə bilərəm, hissəyəcandan desəm. Məsələn, məntiqlə sual alınmır. Gəl bu acını onun xətrinə ud. Çox məntiq olmurdu o cümlədə. Daha çox nida, emosiya nə demək məntiqlidir. Xəbər də əmr şəkli olduğu üçün əmr cümləsidir. Biri götürdüm. El tikəni sel yıxa bilməz. Xəbər əgər qeyri-qəti gələcək zamanda xəbər şəklindədirsə, deməli bu cümlə nədir? Mütləqi nəqli cümlədir. İndi gedək, demək əmr heç vaxt ola bilməz. El yıxanı sel yıxa bilməz. Xeyr, yıxa bilməz. Məsələn, mən bunu sual kimi də düşünsəm, el tikəni sel yıxa bilməz. Əslində nida kimi də düşündüm mən bunu. Düzdür? Oldu 3. 3 oldu bu. Onda 2-ni çıxım. Getdi. Biri götürmüşəm. 1, 4 deməli avtomatik, amma baxarıq. Acığın tutanda hirsinə çəpər çək. Bax, 1 ilə 3 eyni formatdır uşaqlar. Görsən, xəbər əmr şəklindədir. Cümlənin məzmununda xüsusi bir emosiya ilə deyəndə nida, əgər nöqtə qoysam olacaq əmr cümləsi. Sual məzmunu məntiqsiz olur. 1, 3, onda da 4 cavabda var idi. 1, 3, 4. 4 niyə? Gəlin bir tikə çörək kəsək. Deməli, kəsək sözünü gəlin kəsək. Kəsmək kökdür. Əmr şəklində burada əmr ədatı verilibsə, onda mən bunu nə düşünməliyəm? Əmr ədatı varsa, bunda əmr şəklində düşünməliyəm. Düzdürmü? Bir də emosiya ilə desəm, olacaq nida cümləsi. Nəqli ola bilməz xəbər əmr şəklindədir. Sual məzmununda məntiqlə uyğunlaşmır. Ona görə cavabımız 1, 3, 4. Qarlı dağları birlikdə aşaq. Bu cümləni 4 növün 4-ünə də düşünə bilərəm. Razısınız mənlə? Aydındır bu fikir. Baxın uşaqlar, əgər desəm ki, aşmaq sözü kökü. A arzu şəkli, Q şəxs olduğu. Olacaq nə? Nəqli cümlənin xəbəri. Desəm ki, kaş qarlı dağları birlikdə aşaq. Onda aşmaq kök, A arzu, daha doğrusu burada yazdığım arzu şəkli nəqli cümlədir. İndi mən bütöv götürməliydim. Arzu, burada bütöv götürməliyəm, bütöv. Əmr şəkli kimi düşünsəm olacaq. Əmr cümləsinin xəbəri, aqı bütünlüklə şəxs olmalı. Bilirik də, bir şəxsin cəmində əmr və arzu yazış deyiliş eynidir, tərkib təhlilləri fərqlidir. Qarlı dağları birlikdə aşağı, sual məzmunu olsa sual cümləsi, bir də xüsusi emosiya ilə desəm, olacaq nida cümləsi. Yəni, bunu 4-ündə də düşünə bilərəm. Cavabımız oldu həqiqətində A variantı. Aydındır bu test. Tamam. Yaxşı, sonra Soruşa bilərik. 3, 4. əslində bugün sonra gərək soruşmayayım, hamısını gedim, böyük ehtimal gedəcək hamısını. O daşlı kəsəkli boz səhralarda çiçək də yetirdik, şeir də yazdıq nümunəsi haqqında yanlış fikir. Uşaqlar, bax, şərti oxuduq. Nəzər salan kimi görürəm ki, mübtəda həmciz və sair deyil, ikinci dərəcəli üzvlər. Demək, söhbət nədir burada? Sintaksə dair bir sualdır. Sintaksə dair sualdırsa, mütləq birinci işin məndən istəsə də istəməsə sintaksi təhlil etməkdir. O daşlı kəsəkli boz səhralarda çiçək də yetirdik, şeir də yazdıq. Yetirdik xəbər, yazdıq xəbər. Kim? Biz. Cümlənin mübtədası buraxılıb. Biz nəyi yetirdik? Çiçəyi. Qeyri-müəyyən təsirlik nə olur? Tamamlıq. Şeir də yazdıq, yenə də tamamlıq. Harada? Səhralarda.
Hansı səhralarda boz, hansı boz, daşlı kəsəkli, hansı daşlı kəsəkli o. Nə var burada? Qeyri-həmcins təyin var. Qeyri-həmcins təyin. Deyir, həmcins üzvlər işlənmişdir, düz deyir. Yetirdi və yazıb həmcins xəbərdir. Bu düzdür. İkinci dərəcəli üzvlərin hamısı iştirak edib. Hamısı, təyin var, tamlıq var, zərflik var, bu da düzgündür. Mübtədası buraxılmış müəyyən şəxsi cümlədir. Düzdür, mübtəda budur, xəbər budur, düzdür. İkinci dərəcəli üzvlərin hamısı baş üzvləri izah edib. Təyini əvəz edir, oyuna daşlı kəsən. Bəli, ikinci dərəcəli üzvlərin hamısı deyirsə, təyin gəlir səhralarda yer zərfliyini izah edirsə, mübtədamız ümumiyyətlə burada yoxdursa, bu cavab olacaq D variantı. Yəni, bu ağır test deyildir. İşiniz təhlil etməkdir. Sintaktik əlaqənin hər iki növünə istifadə edin. Hər iki növ nə deməkdir? Tabelilik və tabesizlik əlaqəsi. Deməli, tabesizlik əlaqəsi hansı nümunələr arasındadır? Həmcins. Xəbərlər arasındadır. Tabelilik əlaqəsi isə digər cümlə üzvləri tamamlıqla xəbər, zərfliklə xəbər, qeyri-həmcins təyinlərin arasında. Aydındır? Müəllim, orada daşlı kəsəkli niyə səhralara getməyib? Boz səhralar, daşlı kəsəkli səhralar. Nətər getsin? Nətər getsin? Axı burada vergül yoxdur, əli sahib. Həmcins təyinlər arasında vergül işarəsi və tabesizlik bağlayıcısı varsa, həmcinsin qaydası nədir? Suallar eyni olmalıdır və eyni üzvü izah etməlidir. Eyni üzvü izah etmir axı burada nümunə. Mən buna qeyri-həmcins deyirəm. İndi sadalanma olsa götürərdik amma elə. Nə? Sadalanma olsaydı götürərdik. Sadalanma olsaydı, şərtdə mənə desəydi ki, durğu işarəsi buraxılıb və yaxud tərəflərində tabesizlik bağlayıcısı olsaydı, onda həmcins götürərdik. Demək, durğu ilə bağlı bir qeyd yoxdur. Və bizə nə bağlayıcı verib bu tərəflərdə, nə də bir vergi verib. Deməli, bu qeyri-həmcins təyindir. Qeyri-həmcins təyinlər arasında tabesizlik əlaqəsi olmur. Ancaq tabelilik əlaqəsi olur. Aydındır? Keçdik 4-ə. Bəli. 4 kimin səhvi idi? Mənim. Banu, nə qədər ki, mənim evimdəsən, demək durğu. Nə qədər ki, ki nədir burada? Məzmunla da müəyyən edə bilərsən ki, deyirsən ki, nə qədər ki, virgül, mənim evimdəsən, xəbərdən sonra demişik ki, mütləq cümlənin sonunda davamı varsa virgül olmalıdır. Heç kim sənə bir şey edə bilməz deyə o üzünü Hacı Murada tutdu və bayaqki sözləri təkrar etdi. Aha, burada müəllim vasitəsi ardıcılığı getdiyi üçün uşaqlar. Və variantların heç birində mən dırnaq işarəsi görmədiyim üçün Dialoq. düşünürəm ki, dialoqun bir hissəsidir. Necə başlamalıyam? Trenlə başlamalıyam, mütləq. Və burada baba bilməz sözü ilə vasitəsi nitq bitdi, müəllifin sözü başlayırsa nə etməliyəm? Vergül, tre, Hacı Murad tutdu və bayaq sözləri təkrar etdi. Nəticədə burada olur 3 vergül, 2 tre. Aydındır, bax, şərt belədir. Cümləni oxuduq. Gördük ki, bir başqası nitqi var, Banu. Bir də müəllifin sözü var. Vasitəsiz nitqlə müəllifin sözü necə müəyyənləşir? Vasitəsiz dırnaqda verilməlidir. Mən Əgər dırnaqları heç saymadım deyə 2 tirə götürmüşdüm. Bir tirə götürmüşdüm. Daha doğrusu. Bildin də bir tre. Yəni, vasitəsiz nitq ya tre ilə sayılmalıdır, ya da dırnaqla sayılmalıdır. Variantda dırnaq yoxdursa, onda treni sən əlavə olaraq saymalısan. Aha, başa düşdüm mən. Sonra, Nə qədər ki'dən sonra niyə vergül qoyuldu? Mənim orada 2 ədəddir. O üzünü tutdu. O'dan sonra vergül qoyacaq da. Bəli, mən də eləmişdim. hə, istəyirsiniz, razıyam. Bəli, iki ədaddır burada. Nə qədər ki, bağlayıcı söz, bağlayıcı söz mövqeyindədir. Nə qədər ki, evimdəsən, o mübtəda rolundadır. Özündən sonra isim gəlib, düzdür. Ay, sağ ol. Mən ona diqqət edim. Fikrim getdi, ancaq vasitəsi. Şərt şəklində olan feil. Bax, uşaqlar, Müəllim, doğru təzədən başlaya bilərsiniz, başa düşmədim. kimdir soruşan? Mənim. Qumru. Kim? Qumru. Qumru. Öz adlarınızla qoşulun uşaqlar, yoxsa adlarınız olmayanda mən kimi tanımıram. Müəllim, məndə Qumruya problem var ona görə.
Bax, Qumru, müəllif vasitəsiz nitq mövzusunu bilirsən, vasitəsiz nitq bölməsini bilirsən ümumiyyətlə. Bəli. Başqasının sözü, başqasının nitqi verilirsə, bu olur vasitəsiz nitq. Vasitəsiz nitq müəllif sözündən ayrılanda, vasitəsiz nitq dırnaq içərisində, yəni başqasının nitqi dırnaq içərisində olmalıdır. Müəlliflə ayrılanda isə arada vergül tirədən istifadə olunmalıdır. Vergül tirədən. İndi burada mən variantlarda heç bir yerdə dırnaq sözünü görmədiyim üçün, dırnaq işarəsi sözünü görmədiyim üçün, dırnaq hansı halda qoyulmaz vasitəsiz nitqdə? O dialoqun bir tərəfi olarsa. Dialoq o deyir, bu deyir, alt-alta verilən hissələr. Dırnaq işarəsi yoxdursa burada, qeyd olunmuyorsa, deməli bu dialoqdan bilirsə. Dialoqda da həmişə tire ilə başlamaq lazımdır. Sonra cümlənin ortasında xəbər gəlirsə və fikrin davamı gedirsə, söhbət burada vasitəsiz nitqdən gedir, vergül olmalıdır. Bilməz burada başqasının nitqi bitdi. Sənə bir şey edə bilməz. Vasitəsiz nitq bitdi, sonra gəlir müəllifin sözü. Yəni, nə etməyi ilə bağlı məlumat verir. O zaman o vergül tirəyə ayrılmalıdır. Bu hissədə də o mübtədadır, o təkrarı, o üzünü tutdu. Ondan sonra da vergülün işlənmə qaydası, o kim suala cavab verir, isim gəlirsə vergül qoyuldu. Nəticədə 3 vergül 2 tire işarəsindən istifadə olunacaq cavab B. Bəli, bəli. Bu 5-ci test, inanın ki, uşaqlar, test biraz qəlizləşdirilib, amma topluda da var bu sual. Əvvəlki ilin qəbul imtahanlarına dəfələrlə istifadə olunmuş bir nümunədir. Dəfələrlə. Mən testi keçməmişdən əvvəl bir şey nəzərinizə çatdırım. Bu saat ilə bağlı. Saat nə ola bilər? İsə hissəciyi ola bilər və feilin şərt şəkli ola bilər. Fərq nədən ibarətdir? Şərt şəkli feilə qoşulmalıdır, kökə yaxud da başlanğıca qoşulmalıdır və bunu unutmuruq, biliriksə təkrar olsun. İsə adlara da qoşula bilər. Feilə də qoşula bilər. Bizi ən çox bu məqam çaşdırıb karıxdıra bilər. Çünki adlara qoşulanda sasə, da feildəki kimi kök başlanğıc tələbi yoxdur. Ürəyə harada istəyir qoşula bilər, sərbəst. Yəni sözün sonuna artırıldı, orada artıq biz kökdür başlanğıc o hissəni güdmürük. Yaxşı həkimdirsə, həkim nədir? İsim. İsimdə sağ varsa olacaq isə hissəciyi. Bizə şərt şəkli istəyir. Onu da biri sildim. Hadisənin nəticəsi... Orada feil istəmirdi, şəkildə ana görə həkim isim olduğu üçün. Aysə o, bəli, o baxımdan da, yəni feil isə, yəni burada ismi artırılan isə hissəciyidir və ismi artırılır. Feildə müalicə edəcək, qəti gələcək zaman feildə heç nə yoxdur. Hadisənin nəticəsi barədə məlumat varsa, var nədir? Predikativ ismi xəbər. İsmi xəbər adlara qoşulursa, bu yenə isə hissəciyidir, feilimiz burada əmr şəklindədir. Burada yoxdur. Tapşırığı vaxtında yerinə yetirsə, yet sözü yoxdur, düzdürmü? Deməli, sözün kökü yetirmək feilidir. Sə kökü artırılıbsa şərt şəklidir. 3-ü götürdüm. Qaydaları pozaraq yolu keçirsən, keçmək, yolu keçirsənsən. Bir də burada, məsəl üçün, irleksikdirmi, zamandırmı? Qalmısasa iki arada bir şey bil ki, bu şəxs sonluğudur. Şəxs sonluğundan sonra isə hissəciyi gəlir. Şərt şəkli gəlmir. Şərt şəklindən sonra şəxs sonluğu gəlməlidir. O zaman bu nə olur? Zaman. Çünki zaman xəbər şəkli olmalıdır ki, burada da sağ olsun, isə olsun. Nəticədə bu isə hissəciyidir. Çünki xəbər şəklindən sonra artırılıbsa hissəciyi olur, şərt olunur. 1000 il keçsə, kökü artırılıbsa sağ olacaq şərt şəkli. Vicdanını itirsən, tapa bilməyəcəksən. Uşaqlar, burada ır var, amma itmək feilinə itirmək kökdür, sasə feilin şərt şəklidir. Əgər vicdanını itirsən, burada olur şərt. Nəticədə cavabımız olur 3, 5, 6. Mənim tabeli mürəkkəb cümlədə deyilir, sağ şəkilçili daha ədatı. Orada sağ şəkilçili, yəni şərt şəklini nəzərdə tutur da. Şərt də ola bilər, isə də ola bilər. Onun fərqi yox, ikisi də ola bilər. Əsasən şərt şəkilçisi deyilir, yəni şəkilçi orada isə hissəcinin şəkilçiləşmiş forması. Çünki ümumiyyətlə bu sasə gördüksə, sonrasında bir vergül varsa, nə bilim bir bağlayıcı varsa, bir-iki mütləq tabeli mürəkkəb cümlə. Tabesizdə işlənməyəcək. 6. Kəlmə 4-də sən bir yerdə götürülür. Keçirsənsə sözün. Necə bir yerdə götürülür? Fikri anlamadım. Keçirsən var ya, orada sən şəxs onluğu kimi bir yerdə götürülür də parçalanmır davam elə. Hə, burada səni parçalamırsan, yox. Keçirsən, sən. Çünki sən, iki dənə səsə hissəci üst-üstə artırılmaz. Burada ırındakı zamandırsa, zamandan sonra
şəxs sonluğu gəlib də sonra hissəcik gələcək. Bir də məzmun olaraq da baxmalısınız da. Məsəl üçün, görüntüdə mən burada səni böldüm, burada səni bölmədim. Məntiqlə bax, yolu keçirsən, sən keçirsən. Vicdanını itirsən, əgər sən itirsən, burada sə şərtdir, n şəxs sonluğu, saitə edilmiş şəxs sonluğu. Sonra uşaqlar, 6. 8. xüsusiyyətlərin hamısı hansı cümləyə aid edilə bilər? Həmçinin cümlələr cümlədə aslı tərəfdir. Tərkibində başqa kontekstdə söz cümlə kimi də işlənə bilən ifadə var. Baş üzvlərdən biri söz birləşməsi ilə ifadə olunur. Baş üzvlərdən biri söz birləşməsi mənim üçün daha rahat başlıqdır. Ona görə ondan gedirəm. Çünki 3 və 4 başlıqlı suallarda sənin üçün nə rahatdır? Onunla gedərək çıxış edib də cavaba yaxınlaşırsan. Əlbəttə, hər kəsin arzuladığı, əldə etmək istədiyi onun ürəyincə idi. Baş sözlərin ikisi söz birləşməsi. Nə? Baş sözlərin ikisi də söz birləşməsidir. Onu nəyə götürmək? Burada ikisi də, bəli, şərtdə bizə biri deyir. Ona görə bunu sildim. A, getdi. Niyə? Bu bir onu dəqiq deyim də. Göstərin, göstəriciləri. Salam müəllimə. Salam Rufani xanım. Baxın burada hər kəsin arzuladığı bu yiyəlik, arzuladığı da mənsubiyyət. Yiyəlik mənsubiyyət olduğu, biz bunu birləşmə kimi götürürük. Onun ürəyincə idi, onun ürəyi, yenə də ismi birləşmə, yiyəlik mənsubiyyət. Yiyəlik mənsubiyyət gördüysə uşaqlar, bilin ki, bu söz birləşməsidir, bütöv götürmək lazımdır. Yoldaşlıq etməyi bacaranlar, dostluğun dəyərini bilənlər, həyatlarındakı ən önəmli sınaqlardan uğurla keçənlərdir. Burada hamısı olacaq. Bax, təsriflənməyən ifadə olunan xəbər olduğu üçün qarşısında mübtədaya qədər nə varsa hamısını götürmək lazımdır. Niyə? Çünki təsriflənməyən az tərəf olur, o da birlikdə birləşmə yaradır, cümlə üzrə müstəqil ifadə vasitəsinə çevrilir. Keçənlərdir, uğurla keçənlərdir, sınaqdan keçənlərdir, önəmli sınaq. Həyatlarındakı ən önəmli sınaqlardan uğurla keçənlərdir ki, yoldaşlıq etməyə bacaranlar, dostluğun dəyərini bilənlər. Burada mübtəda da, xəbər də birləşməklə, söz birləşməsindən ifadə olunub. Ona görə beyni sildim. Benur babasının onu hədiyyə etdiyi naxışları, dəri üzlüklü qələm qabını sözsüz ki, heç düşünmədən inala verə bilməzdi. Burada ümumiyyətlə söz birləşməsi deyil. Düzdür? Verə bilməz söz birləşməsi deyil. Yox. Nədir verə bilməzdi? Bilmək var axı burada. Etmək, eləmək, olmaq, bilmək, qılmaq. Mürəkkəb sözdür o. Bəli, mürəkkəb Tərkibi. sözdür. Gözümüzün iki gördüyü sözün hamısının söz birləşməsi hesab etmirik. Öyrənmişik ki, bu nədir? Tərkibi feil. Yəni, sintaksisdə bu bir sözdür. Sintaksis bunu bir vahid kimi görür. Nəticədə kim? Elnur. Cümlə üzvləri sadə üzvdən ibarətdir. Söz birləşməsi yoxdur. Bunu da sildim. Görürsünüz, bir başlıqla cavabla doğru gedə bilirik. İşin ən çətin tərəfi bu idi ki, hamı əvvəlcədən yox deyib imtina edib getmişdi. Bu idi xəbər. Nə bu idi? İşin çətin tərəfi. İşin tərəfi, mübtəda xəbər. Deyib kim hamı? Getmişdi kim? Tutalım ki, hamı. Aha, bu ola bilər uşaqlar. Niyə? Çünki burada xəbər nitq hissəsidir, mübtədamın söz birləşməsi. İndi o bir qaydaları tətbiq edim. Görüm, uyğun gəlirmi? Həmcins cümlə üzvləri cümlədə aslı tərəfdir. Başqa kontekst söz cümlə kimi işləyən ifadə var. Aha, söz cümlə olmalıdır burada. Yox var idi. Yox sözü. Amma bu cümlənin daxilində, aha, yox sözü nədir? Hə, yox, bəli, xeyr, təsdiq, inkar adatları söz cümlə ola bilər. O zaman uşaqlar, elə bu ola bilər. Bəs birinci nə idi? Həmcins. Aha, yox deyib. İmtina edib getmişdi. Getmişdi kim? Hamı nə tərzdə əvvəldən yox deyib, imtina edib, bəli, ola bilər. Müəllim, aslı tərəf deyəndə birləşmədə hansı tərəfə baxırıq ki? Birinci tərəf. Məsələn, işin ən çətin tərəfi bu idi. Bax, hə, burada başqa baxımda. Həmçin cümlə üzvləri cümlədə olanda ən sintaktik axırıncı əsas olur, sonra ondan əvvəlki aslı. Yo, başqa baxımdan soruşdu. Nuray, burada məsələ budur. Əhliman, burada məsələ nədir?
Anlamadım. Nə? Başa Əhməd, düşmədim. Nəyi soruşursunuz? bax orada deyir həmçinin cümlə üzvü, Əhlimandan soruşum, heç kim daxil eləməsin. Deyirəm həmçinin cümlə üzvü, deyir əlaqədə as tərəfdir. Nə deməkdir? Budaq cümlədədir. Yox, budaq cümlədə deyil. Bax, burada məsələ feili bağlama tərkib xəbərlə feili bağlamalar zərflik vəzifəsindədir. Zərfli ilə xəbər arasında sintaksik əlaqə var. Sintaksik əlaqə tabeli əlaqəsidir. Tabeli əlaqəsində az tərəfli zərflik. Söhbət burada ondan gedirdi. Bəs necə düz yazmışsan? Bax, Nuray, getmişdi xəbər. Nə tərzdə kim getmişdi? Hamı. Nə tərzdə əvvəlcədən yox deyib feili bağlama tərkib oldu, tərz hərəkət zərfliyib bura qədər. İmtina edib yenə iki zərfliyimiz var. Nəyə ifadə olmağına asılı olmayaraq, biri söz birləşməsi, biri sözlə ifadə olunsa da, zərfliklər həm cinsdir. Düzdürmü? İkisi də xəbərdə gəlib dayanır. Hə. Xəbərlə də zərflik arasında nə var uşaqlar? Tabelilik əlaqəsi. Tabelilik əlaqəsində də zərflik az tərəfdir, xəbər əsas tərəfdir. Söhbət bundan gedir burada. Cavab deyil. Bəs yeni olmazdı. Bəli, daha yaxşı bağ salmaq üçün torpağı və fidanları mütləq öz kəndlərindən gətirməli idi. Gətirməli idi xəbər ki, məsəl üçün o mübtədası buraxılıb, yəni bu cümlədə bu testi biz sırf bir başlığa görə də gedə bilərik. Müəllimə, bəs Müəllim, sualda bir şey deyir soruşa axı bilərəm. birləşməklə baş üzvlərdən biri birləşmə əməl gətirir. D variantında o birləşmə hansıdır ki? Yəni söz birləşməsi. Ay Əsad, dedim də bala, mən deyəndə sənin fikrin hardadır? Dedim axı ki, işin çətin tərəfi, işin yiyəlik, tərəfi mənsubiyyət, yiyəlik mənsubiyyət olur söz birləşməsi. Bu idi xəbər, nə bu idi? İşin çətin tərəfi bu idi. Bu olur ismi birləşmə, mübtəda. Birləşmə, bax buradadır ismi birləşmə. Birləşmə ismi birləşmə də ola bilər, feili birləşmə də ola bilər. Fərqi yoxdur. Tələb qoymursa ismi birləşmə varsa, onu mən götürürəm ki, mübtəda mürəkkəbdir. Yəni söz birləşməsinə ifadə olunur. Müəllim, D variantında söz cümlə hansıdır ki? Nə? Söz cümlə də istəyirdi şərtdə. Söz cümlə hansıdır ki? D variantında. Yox sözü. Bax Sinan, şərtə bax. Tərkibində başqa kontekstdə söz cümlə kimi işlənə bilən ifadə var. Yox sözü. Başqa yerdə dərsə hazırsan? Yox. Olur burada söz xəbər. Söz cümlə. Söz cümlə. Müəllimə, siz bayaq nə dediniz? Mən başa düşmədim. Asıl tərəf. Əhliman, burada bizə deyir ki, bax bu şərtdə. Deyir, həmçinin cümlə üzvləri cümlədə aslı tərəfdir. Mən də dedim ki, Nuray soruşdu ki, nəyə görə aslı tərəfdir? Aslı tərəf deyəndə nə nəzərdə tutulur? Mən də səndən soruşdum o sualı ki, Əhliman, nə deməkdir? Nədən söhbət gedir burada? Söhbət burada bundan gedir. Diqqətlə baxın bu cümləyə. Bax, sintaksi təhlil edirəm. Bu idi xəbər. Nə bu idi? İşin çətin tərəfi. Niyə bütöv götürdüm? Yiyəlik mənsubiyyət var. Getmişdi xəbər. Kim getmişdi? Hamı getmişdi. Nə tərzdə getmişdi? Əvvəlcədən yox deyib. Hamısı olur feili bağlama tərkibi zərflik. Nə tərzdə getmişdi? İmtina edib zərflik. Cümlədə iki dənə zərflik var. Düzdürmü? Zərflik gəlir xəbərlə nə olur? Tabelilik əlaqəsində. Tabelilik əlaqəsində o deyir həmcins üzvlər, yəni zərfliklər xəbərlə tabelilik əlaqəsindədir. Tabelilik olanda da olur aslı tərəf. Uşaqlar, cümlə üzvünün asılı və əsas tərəf olma anlayışı deyirsə, birinci sintaktik əlaqədən söhbət gedir. Tabelilik və tabesizlik əlaqəsindən söhbət gedir. Bu cümlənin tərəflərindən söhbət getmir. Cümlədə asıl tərəfdədir deyir. Cümlənin tərəfi demir. Cümlə üzvündə tərəf deyir. Cümlənin tərəfi desə, tabeli mürəkkəb cümlədə baş budaq cümlədən söhbət gedəcək. Cümlə üzvünün tərəfi deyəndə sintaksik əlaqənin tərəfindən söhbət gedəcək. Orada zərflik xəbərlə tabeli əlaqəsindədir, zərflik az tərəfdir. Uşaqlar, aydındır demək dediklərim, fikrim. İmtahanda mütləq ki, sizə yenə 3 və 4 başlıqlı ən qəliz formada 4, normal səviyyədə indi artıq 3 başlıqlı sual çətin tipli hesab olunur. 3 başlıqlı sualların sənin üçün ən asan başlıq hansıdırsa onu götürürsən. Məsəl üçün, mənə cümlə üzvün ifadə vasitəsi asan daha gəldiyi üçün tez onu götürməklə də cavab aldım. Sadəcə onu tapandan sonra əslində o 3-cü başlıqla biz cavabı ala bilirik.
Mütləq imtahan tərtibçisi sabah sizə bir qapı qoyur, o açıq, asan yolu qoyacaq. Sadəcə digərlərini tətbiq etməlisən ki, mən həqiqətən doğrunu götürdüm. Onu da yoxlamaq lazım. Cavab deyil. Ümid edirəm bu test aydın oldu hamıya. Nəsə qaranlıq məqam varsa buyurun. Keçək növbəti suala. Yeddidə var. 8-dir. Uyğunsuzluq istəyir. Əkin sahələri, yəni şumlanmış yerlər uzandıqca uzanır, sonu görünmürdü. Nə edir? Uzanır. Üzülürsən. Nə edir? Uzanır. Nə uzanır? Hara uzanır? Əkin sahələri ismi birləşmədə bütöv götürürəm. Yəni yerlər. Deyir ki, əlavə baş üzvü dəqiqləşdirir. Uşaqlar, əlavənin qaydası necədir? Özünün əvvəl gələn üzvü izah edən, dəqiqləşdirən sözə yaxud söz birləşməsində cümlə üzvünün əlavəsi deyilir. Ona görə burada dəqiqləşmə ifadəsi sizi çaşdırmasın. Düzgündür bu. Mübtəda, baş üstü, mübtədanın əlavəsi budur. Hətta əlavənin də təyin edici bir ifadəsi var. Amma olsun, biz bunu necə götürürük? Bütöv, mübtəda. Problem yoxdur, düzdür. Müəllimə orada uzandıqda tərkib yaratmalı deyildi bəs. Yarada bilərdi. Amma əkin sahələri şumlanmış yerlər uzandıqca uzanır. Burada uzandıqca uzanır. Uzanır xəbər nə əkin sahələri nə tərzdə uzandıqca uzanır. Yəni tək başına bir sənəyə görə tərsiflənməyən düşünsən də sən bunu qarşısındakı mübtəda kimi götürə bilirsən axı. Ona bildim. Mübtədayın tərkibi, mübtəda hesab etdiyimiz sözü, xəbərlə uzlaşdıra bildiyimiz sözü uşaqlar tərkibə daxil etmirik. Yəni burada problem yoxdur. Biz birlikdə ona, yəni ilk müəllimimizə təbrik çıxışı hazırlayarkən dostum öz məsləhətləri ilə hamıya kömək etdi. Tamamlığa aid deyil. İlk baxışda ona kimə sualına cavab verir. Bilin ki, testdə bu bizim üçün bir tələdir. Kömək etdi xəbər. Sən tamamlığın əlavəsini tapanda gör o tamamlıq xəbərlə sintaktik baxımdan əlaqələnirmi uşaqlar? Kömək etdi xəbər. Kim kömək etdi? Dostum kömək etdi. Dostum nə zaman kömək etdi? Biz birlikdə müəllimimizə təbrik çıxışı hazırlayarkən. Hamısı birlikdə nə olur? Nə zaman? Sualına cavab verən zaman zərfliyi olur. Deməli, zaman zərfliyinin ifadə vasitəsi feili bağlama tərkibidir. Çünki mübtəda buradadır, xəbər də buradadır. Feili bağlama tərkibinin aslı tərəfindəki bir nümunənin, yəni daxilindəki bir nümunənin əlavəsi var. Ona, yəni ilk müəllimimizə. Aydındır, bax, burada mən sizə bir şey deyirəm. Cümlədə tamamlıq, zərflik hesab etdiyiniz nümunələri heç vaxt tək başına götürməyin. Tamamlıq xəbərlə əlaqələndirin, əmin olun ki, tamamlıqdır. Zərfliyi xəbərlə əlaqələndirin, çünki onlar cümlədə sintaktik əlaqələnmə var. Göz yumlu ona, kimə, tamamlıqdır, xeyr. Bu morfoloji təhlildir. Ona, kimə, yönlük halda olmuş tam ki, əvəzlik. Amma tamamlıq deyirsə, zərflik deyirsə, gör xəbərlə sintaktik əlaqə yaranırmı? Yaranırsa xəbər o zaman əlaqədədirsə, həm müstəqil. Yoxdursa, hansısa birləşmənin tərkibidir deməli. Cavab B. Uyğunsuzluq var burada. Qutaraq. Demək ki, qalan bütün fikirlər doğrudur. Aydın olmayan başqa bir məqam var mı? Y variantına baxa bilərik burada. Deyir, səma o qədər saf, sadə qəlbli idi ki, hər kəs onunla dostluq etməyə çalışırdı. Əlavə ikinci dərəcə üzvə aid deyil, çünki xəbərə aiddir. Xəbər. İdi, bəli. İdi nəyin yanında gəlibsə, əl sahib birləşdirməlisən. Sadə qəlbli idi. Yəni, saf idi. Hamısı bir yerdə olacaq. Xəbərdə idi, dır. Bunlar qeyd olunur. İdi köməkçi sözü, dır xəbəri qeyd olunur. Aid olduğu üzvdə amma qeyd olunmur. Siz onu özünüz görməyə çalışmalısınız. Burada varsa, deməli, buna da aiddir də bu. Yəni, baş üzvə deyil də, ikinci dərəcəli üzvə deyil də, baş üzvə aid də sahib. Aydın oldu.
8'i kim Bəli, bəli, demişdi? bəli. Kim demişdi deyəndə sualıma cavab verin ki, kimliyindən asılı olaraq mən sualı müəyyən qədər xırdalayıram. Bəzi uşaqlar var ki, onlar üçün lap əlifbadan başlamalı oluram. Bəzi uşaqlar var ki, bir kəlmədən getməli olursa, ona görə sualın kimliyini də biləndə kimi səhv idi 8? Məndə 9 idi. Yəni. 8 yox idi. 9. 8 də demişdi kimsə. Məndə 15-dir. Yaxşı, səs gəlmir, onu 9 deyirəm. İdris bütöv bir otağın divarını örtən nəhəng rəsm əsərinin yanında dayanmışdı deyəndidir. Sitati təhlil ilə bağlı doğru fikir müəyyən edin. Ne etmişdi? Dayanmışdı. Nərminə bu sitati təhlil eləsən. Mən. Bəli. Aha. Deməli, İdris bütöv bir otağın divarını örtən nəhəng rəsm əsərinin yanında dayanmışdı. Dayanmışdı kim? İdris. Harda? Rəsm əsərinin yanında. Hansı nəhəng, hansı otağın divarını örtən, hansı bütöv. Qeyrəmiz təyinlər var da. Nərminə bunu da ayırdım bütövdə. Tərkibin içində Bəli. Ayırma Nərminə. Örtən feili sifətdirmi? Təhlil belədir. Dayanmışdı xəbər. Kim? İdris mübtəda. Harada? Rəsm əsəri ismi birləşmədə ayıra bilmərəm. Əsərin yanı ismi birləşmə yenə genişləndə ayıra bilmərəm. O zaman yer zərfliyi ismi birləşmə ifadə olur. Hansı rəsm əsərinin yanında? Nəhəng. Hansı nəhəng? Bütöv, bir divar, otağın, divarını örtən hamısı bütünlüklə olacaq feili sifət tərkib dedi ki, təsriflənməyənin qarşısında təyindir, tamamlıqdır, zərflikdir, əsasən götürmürük. Doğrunu istəyir bizdən. İkinci dərəcəli üzvlərin yalnız biri baş üzvdən asılıdır. Düz deyir. Düz deyir. Niyə? Burada bir təyin var, bir də zərflik var. Zərflik xəbərdən asılıdır. Bax, uşaqlar. Təyin isə zərflikdən asılıdır. Bu təyin də bu digər təyindən asılıdır. Yəni, yalnız zərflik xəbərdən asılıdır. Cavab aldı. Bəli. Niyə o birlər Bəli, olmur? bəli. Bərabər hüquqlu cümlə üzvü işlənib nə deməkdir? Həmcinslik. Burada qeyri-həmcins vardı, ona görə olmazdı. İkinci dərəcəli üzvlərdən heç biri nitq hissəsilə ifadə olunmamışdır. Nəhəng, sifətlə ifadə olunur. Heç bir dediyi üçün səhvdir. Eyni cümlə üzvündən asılı olan 3 cümlə üzvü var. Asılı olan 3 cümlə yoxdur. Məsələn, xəbər mübtədadan asılıdır. Zərflik xəbərdən asılıdır. Təyin zərfliyə gəlir. Bu təyin digər təyinə gəlir. Hamısı bir-birindən asılı gedir. Ona görə də 3 cümlə üzvü fikri səhv olur. Mübtəda buraxılsa da mübtəda buraxılmayıb. İdris mübtədadır. Ona görə səhvdir. Cavab A. Bəli. Müəllimə, onda bütün cümlə üzvləri xəbərdən asılı olur, fikri səhvdir də elə. Əlbəttə səhvdir. Bütün cümlə üzvləri xəbərdən asılı ola bilməz. Xəbərin özü mübtədadan asılıdır. Cümlədə tamamlıq varsa tamamlığın təyini ola bilər, zərfliyin təyini ola bilər, mübtədanın təyini ola bilər. Onda o təyin tamamlıqdan asılı olur. Daha doğrusu tərsi. Asılı bir tərəf, birinci tərəf. Yəni, məsələn, burada bu təyin zərflikdən asılı olur. Bəli. Yəni, bütün cümlə üzvləri olmaz elə. Anlayış olaraq o səhv fikirdir. Müəllimə, xeyli təşlə işlənirdi. Necə? Xeyli sözü say təşlə işlənirdi. Hə, özündən sonra tək, hə, xeyli, tək. Bəli. Müəllim, məsələn, cümlədə deyir ki, qız onların arasında dayanıb. Orada onların arasında tamamlıq olacaq, yoxsa zərflik? Harada dayanır? Məkan olaraq onların arasında dayanıb da. Məkan yerdir də. O keçib onun yerinə sən keçə bilirsənsə, o zaman sən onu zərflik götürürsən. Nədə dayanıb? Yox, harada dayanıb. Bu nədə və harada suallarında çaşırıqsa, məkan anlayışına diqqət edirsən. Gedə bilirsənsə, uça bilirsənsə, nə bilim, üzə bilirsənsə, bu vasitələrdən istifadə edib gedirsənsə, yəni
Onu götürürsən onda zərflik. Obyekt üzərində iş icra olunan varsa, Hə, İsmail, zarafatdan qalmırsınız burada da. Eşidirəm, buyurun. 10. 10 sual düzdür, 15, yoxsa bir də baxa 13. bilərik? 10. Hansı cümlələrdə mürəkkəb adın yazılışı yanlışdır? Mürəkkəb adın yazılışı. Hə, mürəkkəb adla bağlı biz elə hələm çox sual görmürük. Azərbaycan Respublikası milli qəhrəmanın adı, uşaqlar milli qəhrəman adı ilk dəfə Məhərrəm Seyidova verilmişdir. Milli qəhrəman adı yanlış istəyir. Düzdür. Azərbaycan Respublikası milli qəhrəman rütbə olaraq bütün bir vahid olduğu üçün biz onu böyüklə yazmalıyıq. Problem yoxdur burada, düzgündür bu. Möminə Xatun türbəsi əzəmətli və nadir memarlıq abidi. Hə, Möminə Xatun türbəsi. Türbə böyük yazılır, yoxsa necə? Möminə Xatun türbəsi bir dənə. Möminə Xatun türbəsi. Xatun kiçiklə yazılır. Türbə çoxdur əslində. Bir çoxluq varsa, onu biz kiçiklə yazmalıyıq. Möminə Xatun türbəsi. Hə, səhvdir bu. Beynəlxalq ana dili günü. Burada problem yoxdur. İki niyə səhv oldu? Xatun kiçik yazılmalıdır, ona görə qeyd etmişim. Ha, başla. Beynəlxalq ana dili günü uşaqlar təqvim olaraq qeyd olunan günlər böyük yazılmalıdır. Burada problem yoxdur. Gənclər kütləvi şəkildə Azadlıq meydanına yürüş etdilər. Meydan çoxdur da, ona görə meydan kiçik yazılsın, Azadlıq böyük yazılsın. Meydanın adı. Fətəli xan Xoyski Nuxada dünyaya gəlmişdir. Xan böyük yox, kiçik yazılmalıdır. Fətəli xan Xoyski. Xan, ağa sözləri başda gəlirsə böyük, ortada gəlirsə kiçik yazılmalıdır. Kiçik yazılanda da yəqin ki, kiçik yazılacaq, orada problem yoxdur. Demək, nə oldu burada? 2 oldu, 4 oldu, 5 oldu. A variantı səhvdir. Başqa? 15. 12 var. Hansı cümlədə amonimliyi olan söz hər zaman eyni hissəsinə aid olur? Ana oğlunun əlindən bərk-bərk tutmuşdu. Məsəl üçün, tut burada ola bilər, tutmaq feil ola bilər, tut meyvə ola bilər, isim feil. Onda bu getdi. Əsl fikrini gizlədirsən, dostum. Əsl fikrini gizlədir. Ümumiyyətlə, əsl sözü ola bilər, bir də əsil sözü ola bilər. Biz bunu paronim hesab edirik, çıxaq. Dost olmaz. Biliksiz adam, qanatsız quş kimidir? Kimi qoşma ola bilər, kimi bəli, əvəzlik ola bilər. Ona görə bu da yenə fərqli hissəsi sayılır, getdi. Paslanmış çən, duman çən, bir də bak çən mənasında. Duman çən, isim, bir də yəni əşya, bak deyirik, çən, saxlama qabı. O da ola bilər uşaqlar, onda isim. Cavabımız D variantıdır. Suyun üzü dumduru idi. Üz sözü Toxunam. çox Feil mənalı. olur, isim olur da, elə bir şey nitq hissəsi olmur. Bəli. Amonim də ola bilər, çox mənalı da ola bilər. Amonim kimi isə feil, üzmək feili olur. Mənim 14-ə baxa bilərik. Tərəfə şəklində verilmiş söz birləşmələrindən birinin az tərəfini iki fərqli leksik mənalı söz kimi işlətmək olar. Fərqli leksik mənalı söz nə deməkdir? Yəni, fərqli leksik məna, fərqli nitq hissəsi eyni ola bilər, amma fərqli mənada iki dənə söz. Nuray, unu əliyən, undur da elə. İsimdən söhbət gedir burada. Maraqlana bilən, maraqlana bilən. Yenə maraqlana bilən. Sarıya boyamaq. Sarı rəng mənasındadır da. Aha. D variantı, dəriyə baxmaq. Yenə topluda var buna dair nümunə, ikili düşünülən nümunə. Dəri, biri var ki, dərə təpə, o mənada dərəyə baxmaq, dəriyə baxmaq deyilir. Bir də bildin dəri sözü. Dəri və dərə sözləri yönlük halda tələffüzləri eyni olur. Bildim müəllimə. Sağ ol. Sonra 12.
12 geri gedirik. 12. Deyir, müqayisə cədvəlindəki doğru fikirləri müəyyənləşdirin. Hara və eyni. Hara nədir, Nigar? Hansının hissəsidir? Sual əvəzi. Əvəzlik olur. Sual əvəzi. Eyni nədir? Təyin Həm, həm əvəzlikdə, həm də sifət. Təyini, əvəzlik, bir də bəli, sifət. Çəkici qəbul etsə sifət. Deyir, sual tələb etmədən cümlə üzvü olur. Bu düzgün fikirdir. Niyə? Biz qayda olaraq demişik ki, sual əvəzlikləri və predikativlər suala cavab vermədən müstəqil cümlə üzvü kimi götürürəm. Düzdürmü? Amma eyni suala cavab verəcək. O zaman bu düzdür, Nigar. Cümlədə yalnız zərflik vəzifəsində çıxış edir. Deyirəm, hara gedirsən, haraya gedirsən, zərflik. Bir də deyirəm, hara böyük şəhərdir, Bakı böyük şəhərdir. Təkcə hara sualına cavab o mübtəda. Yalnız sözünə görə bu səhvlidir. İkini çıxıram. Xəbər də ola bilər. Hə, xəbər də ola bilər. Yolumuz haradır? Aysə, ola bilər, bəli. Ola bilər, bəli. Eyni formaca dəyişə bilir. İkisi də formaca dəyişə bilər. Bu ortada yazılmalıdır. Formaca dəyişmək nə deməkdir? Necə başa düşürük bunu? Qrammatik deyirlər. Qrammatik şəkilçi qəbul edə bilər deyirik, bəli. Bu 3 səhvdir, ortada yazılma. 3-ü çıxıram, biri götürmüşəm, hələ də cavab çıxmır. Əşyanı bu şəkildə təyin edir. Bəli, qayda. Bu təyin əvəzliyin qaydası, inanın, illərdir qayda kimi qəbullarda biz modellərdə görürük də. Əşyanı bu şəkildə təyin edir, təyin edir. Bu cümlə əvəzlik bölməsində bu var. Toplumun əvəzlik bölməsində sırf bu fikir var. 1-4 Nigar cavab onda qalır A. Niyə? Xəbərlik şəkilsi qəbul edib cümlənin xəbəri ola bilər. Bəli, onlar eynidir deyirəm. Yolumuz haradır deyirəm. Xəbərlik qəbul etsə ola bilər. Bəs niyə alt olmasın? Budaq cümləni baş cümləyə bağlayan vasitə sual funksiyasını edirən sual əvəzlikləri ola bilər. Yəni, altı ancaq bura aiddir. Təyin əvəzliklər baş budağa bağlanır. Cavab 1, 4, 5. Nigar, problem nə idi? Aydın oldu? Bəli, bildim. Sonra uşaqlar. Baxa bilərik müəllim. 13. 13. Söz birləşməsinin hansı tərəfi çıxarılsa, hansı cümlədə düzəltmə söz olmaz. Bu testdə diqqətli olmaq lazım. Az tərəf çıxarılsa, deyir, hansı cümlədə düzəltmə söz olmaz. Aha. Yəni, düzəltmə söz birləşməsi az tərəfi olmalıdır. Fürsətləri qiymətləndirmək. Bu necə birləşmədir? Feili. Fürsət sadədir. Onda bunu sildim. Doğru qərar zamanda vermək. Burada da yenə olmur. Gözəl söz və gözəllik bitkilər aləminə də müsbət təsir göstərir. Gözəllik düzəltmədir, amma tək başına mübtədadır, söz birləşməsi yaratmır. Onda bunu da sildim. İkinci Dünya müharibəsi, bəli, söz birləşməsidir. İkincini silsəm, mühüm hərdən hərbi düzəltməsi olacaq. Sən deyir, bunu çıx, başqa da düzəltmə söz olmasın. Burada silsəm, bu olacaq. Onu da yenə də sildim. Həsən bəy Zərdabi bu görüş birləşmədir. Burada əsas tərəf düzəltmədir. Aslıdır, yox. Həyatının böyük tövhəsi olsun böyük tövhə. Aha. Tutalım ki, sən indi burada böyük çıxsan, ümumiyyətlə cümlədə görməkdən görüş yenə düzəltmə söz var. Gərgin işlərimiz birləşmədir. Gəlməkdən gərgin. Səhər görməyə çalışır ki, günün qalansı. Cavab yedi, bəli. Ona görə ki, gərgin işlər ismi birləşmədir. Gərgin sözünü çıxsan, bu cümlədə başqa düzəltmə söz olmayacaq. Aydındır? Bəli. Sonra uşaqlar. 20. 16. Səhv istəyir bizdən, yanlış fikri müəyyənləşdir. Varlığın, Sinan izah elə 16-cı sualı. Dəqiqə mənim zalim. Deməli, burada deyir ki, müəllim, varlığın nəzərdən. Deyir ki, həm qoşma, həm də bağlayıcı işlənmişdir. Bu düzdür. Çünki ruhla qoşmada bir nə bağlayıcıdır. Deyir, həm müəyyən, həm də qeyri-müəyyən gəli yalda olan isim işlənmişdir. Varlığın müəyyən gəli yalda isimdir. Sonra həyatın suyusan, bu da qeyri-müəyyən gəli yalda isimdir. Təsvirlənməyən feil mənasız növdədir. Təsvirlənməyən feil o görünməyəndir, feil sifətdir, o qayıdış növdədir. Bu səhvdir, C variantı cavab.
Ofislərdəki düzdür. Mən D suyu sana aiddir. Sadə Sözlər sifətdəki incə var ya orada, odur. Nice. Bəli. Bəli, məndə burada bir Təsvirlənməyən dənə feil məşğul növdədir. Məşğulun göstəricisi ıl, ın, n olmalıdır. Məşğul cümləsində mübtəda olub da, amma işi həmin mübtəda yox, üçüncü bir şəxs, daha doğrusu bəlli olmayan bir şəxs icra etməli, üçüncü bir şəxs icbardaydı. Deyir ki, təsvirlənməyən feil, yəni təsvirlənməyən, gözlə görünməyən, özü görünmür də, düzdürmü? Görmək, görünmək, feili sifət təsvirlənməyəndir, amma nədir burada? Qayıdış. Ona görə də cavabımız C variantı səhvdir. Məşğul yox, Mən qayıdış. bir şey soruşa bilərəm. Buyursun. Bu düz yazmışdım. Prosta D variantında deyir ki, sözlərdən birinin kökündəki dəyişiklik mənsubiyyətlə bağlıdır. Orada qoynumda söz də var, amma mənsubiyyətlə bağlı deyil. Hə, niyə problemi var? İki Anlamadım. dənə söz. Onda iki O dənə söz saat- orada. Biri də suyu olmur. Yox. Su bu qaydaya tabe olmur, amma su mənsubiyyətə görə dəyişirsən, fərqli hal müşahidə olduğu sözlərdəndir. İsimdə biz bir mənsubiyyətdə qayda deyirik, bir hal mənsubiyyətdə qayda deyirik. Su, nə, mövqe, mənşə, mənafi, tali, mənbə, mənsubiyyətə görə dəyişərkən fərqli halın müşahidə olduğu sözlər. Bu bir ayrı qaydadır. Sonra gəlirik, qoyun, alın, boyun, qarın, əyin, oğul və s. Bunlar nə olur? Hal, bunlar mənsubiyyəti qəbulun kökdə sahibini itirir. Yəni, burada sadəcə qoyun sözüdür. Mənsubiyyətə görə. Mən soruşum. Su fərqli hal müşahidə. Fərqli hala deyəndə bitişdiricilər istifadə olunur, o nəzərdə tutulur. 17 Sonra çıxa bilərik müəllimə. 17. Kimdən gedək? Kimdən gedək? Müəllimə izah edeyim. Sən bayaqdan aktivsən. Burada bəziləri yuxulayıb, biraz ayırdım onları. Heç səsi gəlmir. Çağırıram, hay vermir. Fəqan gəl, səsin gəlmir. Səssiz durub dinləyirsən. Gəl səndən gedək. 17-ci sualı. Hə. Hansı nümunədə ismin sualına cavab verən sifət olsa da, sifətin sualına cavab verən isim yoxdur? Şərti başa düşürük. Topluluqda bu sual var. Yəni, imtahan nümunələrdə də çox istifadə olunub. Deyir, yəni sifət ismin sualına cavab verir, amma isim sifətin sualına cavab vermir. Birincisi daş sifətin sualına cavab verir. Daş necə? Daş hasar, necə hasar? Tek başına material bildirdiyi üçün daş isimdir. Daş nə? Bəli. Amma bu cümlənin içində necə sualına cavab verir? Yəni, isim sifətin sualına cavab verir. İkincidə qızıl, bürünc bunlar verir, değil mi? Material da orada. Burada tərsidir də. Sifətin sualına cavab verən isim yoxdur deyir. Burada sifətin sualına cavab verən isim var. Amma sifətləşən isim yoxdur. Tərs gedir. A getdi, bəli. 2-də nədir? Qızıl, bürünc, gümüş bunları sual verir. Aha, bu da eyni tiplidir. Bunu da çıxdı. 4-də D variantında qumral cavab verir, değil mi? Bəli. Deməli, baxın uşaqlar, burada sən şərti diqqət yetirsən. Qumral saçlar. Qumral necə saç? Sifət elə öz yerindədir də. Bəli. 5-cidə amma heç biri də yoxdur da, 5-də yoxdur. Y variantında yəni. Yoxdur, bəli. Qalır onda cavabımız C. Aydındır. Bax, bir də deyirəm uşaqlar. İsmin sualına cavab verən sifət A variantında yoxdur dediyi nümunə var. Sifətin sualına cavab verən isim var. B variantı yenə eyni. Gümüş, bürünc tək başına nə sualına cavab verir? Çünki materialdır. Amma cümlənin içində bax, bu isim gəlir sifətin sualına cavab verir. Yəni, yoxdur dediyi nümunə A-da var, B-də var. Bütün şeir həvəskarları, tribunadakıları alqışladılar. Həvəskar sifətdir, tribunadakı sifətdir. İkisi də isimləşib, ismi sualına cavab verir. Yəni, ismi sualına cavab verən sifət var. Amma sifətləşən isim yoxdur. Ona görə cavab C-dir. Bic və düz sözləri sifətdir. Düzlük isimdir, biclik isimdir. Leksik şəkilçi ilə artıq yeni söz yarandığı üçün nəticədə burada ümumiyyətlə isim var deyirik. Sifət elə öz yerindədir. Böyük, necə?
Sonra 19 var məndə. sxemə əsasən üzərində rəqəm yazılmış hansı cümlə üzvləri biri-biri ilə sintaktik cəhətdən əlaqələnmir? Bunu dəfələrlə Banu yazdırmışam da, demişəm də, təyindir, tamamlıqdır, zərflikdir, mübtəda ilə xəbərdir. Mübtəda ilə xəbər uzlaşır. Zərflik xəbərlə sintaktik əlaqədə olur. Təyin aid olduğu üzvlə sintaktik əlaqədə olur. Nəticədə tamamlıqla zərflik necə sintaktik əlaqədə olsun? Və yaxud da 3 ilə 4. Zərfliklə mübtəda necə əlaqədə olsun? Bax, burada mənim 2-3 ola bilər, 3-4 ola bilər. Bizə əlaqələnmir soruşursa. Ona görə də nümunədən gedirəm bunu. Məsələn, 1 ilə 2. Təyin aid dörd olduğu olur, üzvlə olur. 2, 5. Hə, bu təyinlə gəlib də bu xəbər nətər əlaqələnə bilər? Təyin, oy, nədir? Bu 2 nədir? Tamamlıq deyil. Təyin nədir? Bu 2 tamamlıqdır. Bəli, tamamlıq xəbərlə sintaktik əlaqədə olur. Bu da getdi. 3, 5. Zərflik xəbərlə sintaktik əlaqədə olur. Bu da getdi. 4, 5. Mübtəda əlaqədə olur. 3 ilə 4 olmaz. Variantda 2, 3 versəydik də götürə bilərdik. 3, 4. Ümumiyyətlə, sintaktik əlaqədə qeyd edin. Zərflik mübtəda ilə sintaktik əlaqədə olmur. Tamamlıq mübtəda ilə sintaktik əlaqədə olmur. Tamamlıq zərflik ilə sintaktik əlaqədə olmur. Nə deməkdir? Yəni cümlədə tamamlıqla zərfliyi birləşdirəndə məna olmur. Məna olmadığı üçün sintaktik əlaqədə olmur. Mən dünən test yazdım. Mən yazdım, dünən yazdım, testi yazdım, amma dünən test, mən dünən məntiqsizdir. Məntiqsizdir, demək sintaktik əlaqədə yoxdur. Banu, aydındır, nəyə görə deyirik sintaktik əlaqə yoxdur? Bəli, başa düşdüm. Qeydin tut onu. Ki dediklərimi yaz. Sonra 20. 18-də var. sözlərin hər ikisinə aid olan fikirləri müəyyən edən bir sıra xeyli. Hər ikisinə aid olan bir sıra sayılardan sonra isimlərin işlənmə qaydası numerativlərlə işlənmir. Numerativ sözlərlə işlənmir. Numerativlər arasında müəyyən miqdar sayıları ilə işlənir və bəzi defislə yazılan təxmini təqribi qeyri-müəyyən miqdar sayılarla işlənə bilər. Yəni, bunlarla numerativ işlənmir. Bir düzdür. Həm say, həm də zərf kimi işlənir. Həm say, həm zərf ola bilər. Xeyli danışdıq, xeyli adam sildim. İzah edici üzv vəzifəsində iştirak edir. İzah edici üzv anlayışı nə deməkdir? Təyin deməli, təyin. Bəli, təyin. Yəni, ikisi də əgər bunlar saydısa, say təyin olur əsas vəzifəsi. Ona görə 3 hazır, 1, 3. Aid olduğu isim cəm işlənmir, tək olmalıdır. Bir sıra bir çox sayından sonra həmişə cəm olmalıdır. Az, xeyli, bir qədər, biraz. Bunlar da həmişə tək olmalıdır. Söz yaradıcılığında iştirak edir. Bu fikri başa düşürük nə deməkdir? Ümumiyyətlə uşaqlar söz yaradıcılığında iştirak edir. Morfologiyada bunlar işlənir də söz yaradıcılığında. Elə morfologiyada işlənir. Yəni ki, bu sözlər leksik şəkildə qəbul edib təzə söz yarada bilir. Buna biz artıra bilmirik. Yəni təzə söz yarada bilmirik. Məsəl üçün, inci sözü söz yaradıcılığında iştirak edir. İncimək. Yox, inciklik. İncik. Nə bilim, inciklik. Şəkilçi artırırsan, təzə söz yaradırsan. Çoxdur da indi dilimizdə belə sözlər. Amma bunlar olmaz. Cavab həqiqətən qalır 1-3. Sahib aydındır. Bəli, müəllimə. Hamısı Bəli. dəqiq. Orada ikinci zərf kimi işlənə bilmir deyə oldu. Yəni bir sıra. Burada zərf məsələ deyil. Sənə şərt, 2, mən 3-ə deyirəm. Burada zərf kimi işlənə bilir, bir sıra zərf kimi işlənə bilmir. Ona görə götürmədim. 3-ü düşündüm, soruşursun. Müəllimə, 3-ü bir də deyə bilərsiniz. İzah edici üzv nə deməkdir? Təyin. Təyin. Deyək ki, təyin kimi işlənir. Bunlar hansı hissəsidir? Say. Sayın əsas sintaktik vəzifəsi nədir? Təyin olmaq. Aydındır. Bəli. Dəqiq. 100%. Keçək indi obrisine. Bəli. Yaxşı. Sonra.
Cümlələrə əsasən diaqrama uyğun fikirləri müəyyən edin. Anası onu görməyə gəlmişdi. Gəlmişdi xəbər. Kim gəlmişdi? Anası gəlmişdi. Məstər adətən məqsəd olur demişik də. Məqsəd zərfliyi. Tərsliyindən heç kəslə görüşmədi. Görüşmədi xəbər. Mübtədası buraxılıb. Kimlə? Heç kəslə tamamlıq. Nə səbəbə? Əfsinə səbəb. Uşaqlar, bu səbəb, bu da məqsəd. Getdik. Səbəb zərfliyi feili birləşmə ilə ifadə olunmuşdur. Nigar. Tək işləm, səhv. Nə? Bir sözlü onunla yəni birləşmə deyil, değil mi? Səhv. Heç birine aid deyil. Uyğun fikirləri müəyyən etməyimizi istəyir bizə. Səbəb zərfliyi budur, Nigar. Görün sözdür bu. Onda bu səhvdir. Şəxs əvəzli tamamlıq vəzifəsindən ikini bura verib. Onu görmək məstər tərkib yaratdığı üçün və məqsəd zərfliyi vəzifəsində olduğu üçün tək başına onu kimi elə sual verib təhlil etmək olmaz. Bu ən böyük yanlış olar. Demək bu da səhvdir. 1-2-ni siləndə 3 avtomatik bizdədir. Niyə? Zərfliklər xəbərlə tabelik əlaqəsində. Əgər bu cümlədə zərflik varsa, zərflik tabelik əlaqəsində olur da xəbərlə. Deməli, 3 dəqiq ikisi üçün də ortaq cəhətdir. İkinci dərəcəli üzv feili xəbərə aiddir. Bəli. Çünki ikisində də feili xəbərdir. İkisində də zərflik xəbərə aid. 3-4. Cavab A. Tamamlıq yoxdur burada, Nigar. Ona görə 5-i ümumiyyətlə silməli idin. Biri birilə sintaktik əlaqədə olmayan cümlə üzvləri, yəni söhbət nədən gedir? İşlənmişdir. Tamamlıqla zərflikdən. Bunu da bayaq dedik ki, zərflik tamamlıqla, zərflik mübtəda ilə, tamamlıq mübtəda ilə sintaktik əlaqədə olmur. Görsən, altında bura verib. Bəs bu işlənmişdir. Cümlə üzvləri, bir-bir sintaktik əlaqədə olmayan cümlə üzvləri işlənmişdir. Yəni 5-i niyə səhv götürdünüz? Bir də deyə bilərsiniz. Tamamlıq yoxdur, var. Tamamlığı hara verib? Niyə götürür? Həmən tamamlığın ifadə vasitəsi sual tələb etmir. Edir axı heç kəslə, kimlə? Sual tələb etdiyi üçün sildim. Altı niyə sildim? Biri-biri sintaktik əlaqədə olmayan cümlə üzvləri işlənmişdir. Hə. Uşaqlar, burada heç kəslə tamamlıq, tərsliyindən dediyi zərflik, əslində bu düzdür. Çünki zərfliklə tamamlıq sintaktik əlaqədə olmur. 3, 4, 6. 4, 6 yoxdur. 6 ortağa getməli deyil. Niyə? Birinci cümlədə də rəddə sintaktik əlaqədə olmayan cümlə Birinci üzvləri. cümlədə gəlmişdi xəbər kim? Anası, yəni onun anası mübtəda. Nə məqsədə onu görməyə? Cümlə mübtəda zərflik xəbərdən ibarətdir. Bu cümlədə bir dənə zərflik var və mübtəda da var. Düzdür, hə, 6 ortaq olmalıdır, bəli. Deyirəm axı, zərfliklə mübtəda sintaktik əlaqədə olmur. Zərfliklə tamamlıq sintaktik əlaqədə olmur. Bəli, ortada olmalıydı. Cavab bəli, 3-4-dür. Təhlil əgər düzdürsə, qalan heç bir problem olmayacaq, çıxdaşla da olsa, yəni sual ötəsindən gəlmək olacaq. Birinci əsas məsələ Nigar, təhlil. Və mən diqqət edirəm, sən dediyin suallarda xüsusilə Nigar, birləşmənin içindən tamamlıqdır, nə bilim təyindir, birləşmənin içindən tək-tək getmirsən sanki. Elə biləm ona görə səhv olub səndə. Birləşmələrin içində tamamlıq düşündün, gör xəbərlə əlaqələnirmi? Zərflik düşündün, gör xəbərlə əlaqələnirmi? Əlaqələnirsə tək başına götürürsən. Müəllimə, indi orada birincidə xəbərlə zərflik sintaktik əlaqədə olmalıdır. İkincisində də tamamlıqla zərflik. Bəli. Bildim. Bax, bunlar sintaktik əlaqələnmir, bunlar da sintaktik əlaqələnmir. Ona görə 6 ortaq olmalıydı. Aha, bildim. Buyurun uşaqlar, sonra. 4 nəfər qaçdı getdi. Kimdə olar? 25 var məndə. 21 də var. Məndə. Uyğunluğu müəyyən edin. Əhliman, buyur səndən gedək bu 21-i. 21-də A variantında bu iki kənd bir-birinə yaxın idi. Arada bircə qaya var idi.
Yaxın edinə kənd bir-birinə tamamlıq olur. Nə tərsən? Yox, bu iki kənd bir-birinə yaxın idi. Yaxın idi kənd kimə? Bir-birinə. Hə, tamamlıq. 2 ilə bu da təyin olur, qeyri-əmzəz. Vardı nə qaya, bircə təyin olur, arada zərflik. Burada tabesiz mürəkkəb cümlədir. B-də Murov dağdan əsən meh üstünə toxunduqca yorğunluğu bədənindən çıxırdı. Bədənindən çıxırdı nə yorğunluğu, nə zaman Murov dağdan əsən meh üzünə toxunduqca. Hı -hı. Burada dəqiqə səhv getdi. Mən bunu C variantından çıxmaqla elə cavab çıxmışdı, heç birinə baxmamışdım. Murov dağdan əsən meh üzünə toxunduqca yorğunluğu bədənindən çıxırdı. Çıxırdı xəbər. Nə çıxırdı? Meh çıxırdı. Yox, nə çıxırdı? Yorğunluğu çıxırdı. Onun yorğunluğu çıxırdı. Nədən çıxırdı? Bədənindən çıxırdı. Nə tərzdə çıxırdı? Murov dağdan əsən meh üzünə toxunduqca. Dıqca feili bağlama yaradır, bütünlüklə zərflik. Birebir. Həmcins üzvü olmayan cümləyə gedir bu. Çünki həmcins deyil, sadə cümlə, tabis mürəkkəb cümlə deyil. Deməli, həmcinsi yoxdursa, sadədirsə, onda bunu yazırıq 1-ə. Sonra Müəllim, orada A variantında bircə ədat deyil. bu iki kənd bir-birinə yaxın idi. Arada bircə qaya var. Arada 2 qaya da ola bilər, 3 qaya da ola bilər. Arada 2cə qaya var idi. Bircə qaya var idi. Burada 2 ilə əvəzləyirəm. Yəni arada qayanın sayı 2-3 ola biləcəyi üçün biri say can adam götürür. Bir də ki, bircə təkcə, orada təkcə ilə əvəz eləyə bilərəm axı. Bu iki kənd bir-birinə yaxın idi. Arada təkcə qaya var idi. Arada təkcə qaya vardı. Arada ancaq qaya vardı. Arada bircə qaya vardı. Bir qaya vardı. 2 qaya vardı. Arada 2 qaya vardı. Hə, 2 qaya vardı. 2cə qaya vardı. 3cə qaya. Ədat kimi götür cümlə məntiqi daha çox olur. Təkcə qaya vardı deməklə 2cə qaya vardı fikrini müqayisə edəndə hansı cümlə daha məntiqli səslənir? Arada 2cə qaya vardı, yoxsa arada təkcə qaya vardı? Təkcə. Bəli. Uşaqlar, belə məqamlar ola bilər. Çox yaxın nümunələr olur. İndi burada buna köklənib də fərqini soruşsa, daha konkret sizə nümunə qoyacaq. Amma belə ikili, ikisi də uyğun görünüb də onsuz da bu onun mahiyyətini dəyişmir. Burada mahiyyət başqa bir yöndədir. Aydındır? Amma sırf bu məqam üçün test daha dəqiq qoyula bilər. Çünki bunun ikisi də uyğun gəlir. İkisini müqayisə edəndə bu daha məntiqlidir. Əvəzləyə bilirik axı yenə də. 1-2 ona görə bu mübahisə yaradırsa, bunun üstündə durmaq səndən onsuz sualın şərtində yoxdur. Əhliman. Arada bircə qaya vardı. Arada 2cə qaya vardı. Arada təkcə ikisi də məntiqlə uyğun gəlir, amma təkcə daha məntiqli gəldi cümlə baxımı. Çünki yaxın idi. Yaxınlığı bildirmək üçün 2 qaya biraz uzaq sayılır da, 1 qaya daha yaxın olar. Bilmirəm. Demək, nə elədik uşaqlar? Biz A-nı bura yazdıq, B-ni birinciyə yazdıq, C-də nə dedik? Heç demədik. D-də o tabeli mürəkkəb cümlədir, çıxırıq. Çıxırıq. Sahanı gördükcə tabeli mürəkkəbdə avtomatik çıxırıq, heç təhlil etməyə ehtiyac yoxdur. Biz bunu qayda kimi demişdik. C-ləri çıxan kimi gördünüz necə rahat. Cavab heç bu boyda test təhlil etmədən cavab çıxdı. İnanın, həmişə ən ağır testlərdə mütləq bir ipucu var. O kələfin bir ucu var, tutub gedirsiniz. Bax, onun kimi bir şeydir. Tabeli mürəkkəb cümlələrdə biz 100% qaydalar demişik də. Tabeli bağlayıcıların gördünüz tabeli mürəkkəbdir. Nə bilim, sağ səni gördün tabelidir. Çıxdın cavab var. Amma niyəsinə də baxmaq lazımdır. Rüstəm kişi yenə boz atı mindi. Mindi kim Rüstəm kişi? Maldarlıq fermasına sürdü. Sürdü kim Rüstəm kişi? Həmcins xəbərləri olduğu üçün həmcins üzvü sadə cümlə deməli bəli. Deyil, ikinci nümunədə olmalıdır. Qəlbində əsl inam və cəsarəti olan hər zaman qalib gəlir. Qalib gəlir xəbər. Kim qalib gəlir? Qəlbində əsl inam və cəsarəti olan qalib gəlir. Fe'l və tərkibdə mübtəda. Nə zaman, hər zaman. Nəticədə nə olur?
Sadə cümlə həmzə Sadə yox. cümlə həmcüz üzdə yoxdur. Həqiqətən bu da bura gedir. Bəli. Bir dənə bunu silməklə testin cavabı necə də hazırdır. Sonra uşaqlar. 25. 23. 22-də var idi. 22. Hansı zərf bütün cümlə özləri vəzifəsində işlənə bilir? Aha, bütün cümlə özləri vəzifəsində daha çox yer məzmunlu zərflər deyirik. Ona görə də yer məzmunlu, yəni yer zərfləri isimləşə bilir. Ona görə də cavab deyil. Məsəl üçün, bütün cümlə özləri deyirəm ki, İçəri adamla dolu idi. Mübtəda vəzifəsində burada. sadəcə hara sualına cavab verir. Bəli. Hı. İçəri hissə, hansı hissə? İçəri hissə. Hı. Sonra İçərini olanda, haran olanda tamamlıq. ümumiyyətlə bunu qayda kimi də yadda saxlaya bilərik. Uşaqlar, yer zərfləri isimləşdiyi üçün bütün cümlə üzvləri vəzifəsində işlədə bilirik. Qayda yadda saxlayıb tətbiq edirik. Sadə cümlənin şəxsi görünövləri bağlı məntiqi nümunələri tamamla 100 ölçüb bir biçdik. Aha, Zalim. 100 bir biç olsaydı deyərdi ki, fikir hamiyə aiddir. Ancaq fikir hamiyə aid olub da mübtədası varsa, artıq biz birinci mübtədaya əsasən gedirik. O zaman bu nədir? Biçdik kim? Biz. Biz mübtədadırsa nədir bu? Müəyyən şəxsli cümlə. Hər işin öz vaxtı var. İşin var xəbər nə? İşin vaxtı, hansı işin hər? Yenə mübtədası var. Yenə də müəyyən şəxsli cümlə. Deməli, burada məntiq müəyyəndir. Ayağını yorğanına görə uzat. Sən uzat, fikir hamiyə aiddir. Bu ümumi şəxsli xəbər 2-nin təkindədirsə, bu hamiyə aid fikirdir. Düzlük xoşbəxtliyin açarıdır. Xoşbəxtliyin açarıdır ismi birləşmə xəbər. Nə? Düzlük mübtəda. Mübtəda varsa müəyyəndir. 2-ni götür. Yalan danışma, böyüklüyünü itirmə. Kim? Sən. Əgər xəbər iki şəxsin təkində mübtəda səni düşünürəmsə və fikir hamiyə aiddirsə, onda sən ümumi sən olmalıdır. Yəni, burada ümumi şəxslidir, çaşmayın. Bunu sil. Söz həyatın bəzəyidir. Həyatın bəzəyidir xəbər. Nə? Söz, mübtəda. Çox bilən quş dimdiyindən təliyə düşər. Aha, kim təliyə düşər? Quş təliyə düşər. Hansı quş? Çox bilən quş. Mübtədası var. Bu da müəyyən şəxsdir. Deməli, məsələ nədir burada? Məzmun ümumi olan nümunələr veriblər ki, biz çaşaq müəyyəndən ayıra bilməyik. Biz də demişik ki, mübtəda varsa, məzmun nə olursa olsun, o müəyyən şəxsdir. Aydındır? 2, 4, 5. Nübar müəllimə, bu 3-də danışma nə, yalan. Burada belə götürənməliyik bunu, yoxsa? Tamamlıqdır orada, hə müəllimə yalan. Yalan, nəyi danışma, yalan danışma. Tamamlıqla, sən danışma. Əl sahib, sən. Mübtəda sənsən burada. Sən də ümumi səndən söhbət getdiyi üçün ümumi şəxsli sayılır. Sonra uşaqlar. 25-də var. 25. 24-də baxa bilərik. Hansı cümlələrdə danışanın fikrə münasibət bildirən sözlər ifadə edilməmişdir? Danışanın fikrə münasibəti nə deməkdir? Modal söz, ara söz. Ara söz. Uşaqlar, həm modalın, həm də ara sözün qaydası eynidir. Biz deyirik ki, bütün modallar ara söz olur. Amma ara sözün hamısı modal olmur. O da hansılar? Tam dediyinə görə bu fikri mənbəyin bildirmə məqamı var, ancaq bu modal deyil. Qonaqlar mən bilən ki, belə modal yoxdur axı. Səhərkin başda doğrusu bu həm modaldır, həm ara sözdür. Olsun ki, həm modaldır, həm ara sözdür, bir də sözün qısası. Yəni, söz birləşmə cümlə formasında olanlar xüsusilə o ara sözlə aid, bir də ham dediyinə görə, dimin məlumatına görə, müəllimin dediyinə görə, məktəbin məlumatına görə bunlar ara söz olur, modal olur. Morfoloji baxımdan hamı əvəzlikdir, demək feildir, görə qoşmadır, amma sintaktik baxımdan ara sözdür. Sinan, bunu özünüz müəyyən etməlisiniz ki, modal deyil bunlar. Qeydini də tutun.
Uşaqlar, mütləq ki, bax, sual başlıqları belədir. Tutalım ki, biz burada ara sözdən sual görürük, hesab imtahanda xitabla bağlı görə bilərsən. Xitab ara sözlər. Bunlar bir başlıqdır. Maddə sənə deyir ki, bax, bu yöndə sual ola bilər. Deməli, sabah imtahanda ola bilər ki, biz görək xitab. Xitab daha çox nə ilə qarışdırılır? Xitab iki cür ola bilər. Belə ən çətin halda xitabla bağlı belə sual ola bilər. Həm xitab, həm də həmcins söz kimi düşünülə bilən nümunələr. Bu son məşğələlərdə işlədiyimiz tip nümunələr. Məsələn, sabah imtahanda o tip sual görə bilərsiniz. Model bizə nə görə biləcəyimizi elə bir işarə edir, nümunədir. 25. 25. Fonetika deyirəm, bayaqda niyə fonetika yoxdur? Euler diaqramında məşəqqətli sözündəki samitlər haqqında doğru fikirləri müəyyən edin. Uşaqlar, bu söz qayda tətbiqidir. Demişik ki, qoşa qola necə tələffüz olunur? Biri K, ikincisi olduğu kimi. Aha, fərqlənən şəkilçilər demişik. Lidir, ladır, lardır, dandır. L necə tələffüz olunur? Di kimi. Kimi. D kimi. Məşəqqət. Di. D. Hə, tələffüz budur. İndi getdik. Yazıldığı kimi tələffüz olunan samitlərdən dördüncüsü yazıldığından fərqli tələffüz. Qına bunu deməkdir də, yəni. Nə maraq sualdır. Bir dəfə də belə sual görürük. Demək ki, normalda biz qeyri-nəşriyyatlarda belə sual görərdik. Deməli, bax, yazıldığı kimi tələffüz olunan samitlərdən dördüncüsü söhbət nədən gedir? Dəyişir burada nə? Bu, dəyişir bu. Bax, bu yazıldığı kimi 1, yazıldığı kimi 2, yazıldığı kimi 3, yazıldığı kimi 4. Deməli, burada t-dan söhbət gedir. Yazıldığından fərqli tələffüz olunan samitlərdən birincisi, burada söhbət k-dan gedir. Biz sait samitlərin tələffüzündən gedirik axı. Düzdür? Yəni birincidə T olmur, T dəyişib axı. Bir də ki, yazıldığı kimi tələffüz olunan samitlərdən dördüncüsü Q deyil ki. Nə qarışıq sualdır. Uşaqlar, tələffüz düzdür, məşəqqətdir. Düzdürmü? Bir də gedək. Yazıldığı kimi tələffüz olunan samitlərdən dördüncüsü. Bax, bu yazıldığı kimi tələffüz olunur. Bu da yazıldığı kimi tələffüz olunur. Bu tələffüz olunmur. Bu tələffüz olunur. Yazıldığı kimi tələffüz olunan dördüncü t-dır. Məşəqqətli. Orada D T-yə keçib axı, o biri D-ya düşür məncə. Məşəqqətli. Burada da burada samit. Məşəqqətli. T elə bəli. Burada da düz getmədik. Fərqli tələffüz olunan samitlərdən birincisi, bu da k-ya keçib k-nı yazıram. Gəlin gedək, cingiltili. Biri verib bura. Doğru. T cingiltili deyil, onda səhvdir. Bütün sözlərin tərkibində yazıldığı kimi tələffüz olunur. Yox, t-dıya da keçə bilər. Onda bu da səhvdir. Sözün əvvəlində, ortasında, sonunda işlənə bilir. Kosmos. Hə. Ola bilər. T da ola bilər. Ola bilər. Düzdür. 3 ola bilər. Hə. Bu sual sizi 30-dan apara bilər. Çox diqqət tələb edir. Qarşılığı ilə yanaşı işlənir. Aha. K, G, K, D, T. Bəli. Düzdür. Kardır. İkisi də kardır. Ortada yazılmalıydı. Təşəkkür sözündə də həmin samitdən istifadə olunmuşdur. Olmuyor. Təşəkkürdə k-dır. K. Təşəkkür. Təşəkkür. Qoşa k-dır demişik ki, təşəkkür k-yə keçir. Burada k-dan söhbət gedir. Bu səhvdir. 3-4. 3-4. Uşaqlar, ilk baxışda görünə bilər qorxuducu bir sual. Amma qaydanın tətbiqindən yola çıxaraq getdiyi üçün ümid yeri budur ki, sən oxumusan, qaydanı bilirsən, qaydanı da tətbiq etdin,
Qurtardı. Sonra diqqətli ol və kim düz yazıb bu sualı? Mən. Məndə də şeydir. Hə, işte, aferin. Sadəcə diqqətli ol və qaydanı tətbiq et. Bundan qat-qat çətin fonetika sualları olub. Sadəcə bu biraz fərqli tip idi. Heç beləsini görməmişdim mən nə dimdə. Maraqlı idi. Sonra, 26. aha, baş budaq. Baş budaq sxeminə uyğun gələn hansı cümlələrin tərkib hissələri yalnız intonasiya ilə əlaqələnib? Yalnız intonasiya ilə əlaqələnib. Elə bir bu kotan nə bilir, qayış nə çəkir, toplu sualdır. Hı? Topluda bu sual var. Kotan nə bilir ki, qayış nə çəkir? Uşaqlar, intonasiya ilə bağlananda, əgər siz bilmirsinizsə ki, necə ayırasınız, ən bəsit formada sanı və kini tərəfi artıra bilirsinizsə, tabelidir. Və-ni artıra bilirsinizsə, ammanı artıra bilirsinizsə, tabis mürəkkəb cümlədir. Bir də iki qrammatik əsas olmalıdır. Kotan nə bilir ki, qayış nə çəkir? Kini də artırırsınızsa, o tabeli olur. Əgər şam yanmırsa, sağla bağlanırsa birinci budaq baş olur. Onda bunu sildim. Hər tərəfə qar yağır, uca zirvələr ağ örbəyə bürünürdü və bürünürdü. Ben artıra bildim, onda bu tabis mürəkkəbdir. Qara pəhləvan gördü, hərif çox. Qara pəhləvan gördü ki, ikini də artıra bildim, yenə də tabeli baş budaqdır. İndi ki, bir halda ki, madam ki, nədir bu? Şərt bağlayıcısı. Onda bunu silirəm. Həm budaq baş sxemidir, həm də bağlayıcı ilə bağlanır. Bir qab azlıq eləyir, 5 qab yer. Bir qab azlıq, Sağ qoyuram. bəli, bir qab azlıq eləyirsə, 5 qab ya sağında bağlanır, budaq, intonasiyadır, amma budaq başdır. Cavab olacaq 1, 4. Bu heç çətin sual deyil. Birbaşa toplunun nümunələr əsasında tərtib olunmuş bir testdir. Baş budağı bağlayan vasitələri bilməlisən, ondan sonra test getdi, hazır. Birincidə o nələr, hansı nitq hissəsidir? Hə, sən ona görə tabis götürmüsən. Əhliman. Kotan nəyi bilir ki, qayış nə çəkir? Mən də elə götürdüm. Mən səninlə ayrı götürməm. Uşaqlar, bu nələr tabesizlik bağlayıcısı deyil. Kotan nəyi bilir ki, nə burada əvəzlikdir. Amma baş doğa bağlama mövqeyində də deyil. Sadəcə cümlədə tamamlıq mövqeyində işlənən əvəzlikdir. Topluda, bax bu cümlənin sualı var. Öz dəfələrlə, yəni hər o mövzusuna keçəndə bu testi biz danışmışıq, unutmusunuz. Çox toplu nümunələri gördüm mən bu testdə. Birbaşa sual olmasa da, toplu içərisindən nümunələrdən istifadə olunur. Sonra uşaqlar. Ədəbiyyatda burada. Qurtardı burada, yoxdur başqa? Mən 28-ə bir dənə yazmışam ki, orada xam sözünü dəyişib yazmışam ki, əl dəyməmiş meyvələr. Yəni, xam sözünü əl dəyməmişlə əvəz eləmişəm. Ola bilər o, yoxsa? Bunu gözlə, mən bilmirəm. Baxın, bir dəqiqə, kontekst. Şamaxıda hər il təqribən 20.000 xal var. Xam ipək satılırmış. Xam ipək, yəni təmizlənmədən, yəni tam istifadəyə hazır vəziyyətdə olmayan. Sən nə dedin? Mən əl dəyməmiş dedim. Ola bilər, əl dəyməmiş. Hə, ola bilər, əl dəyməmiş. Ola bilər. Sonra? Müəllimə, xamı axmaq kimi götürə bilərik. Nə? Xam, Aha. axmaq. Yox. Zəif mənası. Xam adam nə Yox, mənada mən başa çıxır? düşdüm sən nə deyirsən? Yox, Əli sahib, niyə ki? İnsan bir şeydən başa çıxmır, bir şeyə xam olanda axmaq sayılır. O düzgün Zəif deyil. mənasında olar. Xam oyunçudur, zəif oyunçudur. Mən təcrübəsiz yazmışam. Təcrübəsiz daha uyğundur. Təcrübəsiz daha məntiqlidir. Hə.
Daha məntiqlidir. Amma əsəb sən dediyin ümumiyyətlə olmaz. Keçək ədəbiyyata. Bəli, müəllim. Buyurun inşallah. 7 Mən var mən mənim. çıxıram ədəbiyyatı Dörddə var. işləyəndən sonra şey deyəcəm. Oldu. Sağ ol. 9, 2 müəllim. 2. 2. Xətainin Dəhnamə poemasında aşıq obrazı ilə bağlı doğru fikri müəyyən edin. Sevənlərə əvlət deməklə səhv etdiyini dilə gətirir. Elə bir şey var. Xeyr, müəllim, səhv Əksinə etdim. elə əbləh deyir, səhv Yəni etdiyini. səhvini dilə gətirmir inşallah. Sevənləri əbləh adlandırır, ancaq ki səhv etmişəm fikrini biz görmürük. Bizə nə istəyir? Doğrunu. Onda bu səhv fikirdir. Allaha yalvararaq aşıq olduğu qızı bir də yuxuda görməyə nail olur. Ümumiyyətlə elə bir şey var. Bir dəfə yatır və yuxuda görür, qutardı. Səhvdir bu. İlk məktubu məşuqə bağbanla göndərmir, Səba vasitəsilə göndərir. Bağban indi orada ona Səbanın məşuqəyə çatmasına kömək olur. Süjet xətti onun anadan olmasının təsviri, anadan olma təsviri bu deyil. Kimin hansı əsərə aiddir anadan olma? Leyli Məcnun. Deyli Bəli. məzmununda. Qaldı Y variantı mənəvi aləmin his düşüncələrin təsvirinə geniş yer verilmişdir. Bəli. Sonra 3. 7. Müəllimə D variantı İskəndərə gedə bilər, yaxşı bəs. olar. Qılman ilkin intiqam əsəri ilə bağlı cədvələ uyğun fikirləri müəyyən edin. Doğru və yanlış. Yadınızda hekayə uşaqlar. İntiqam. Təzəngür. Bəli. Baxaq. Deyir əsərdə düşmən obrazları həyat həqiqətlərinə uyğun təsvir ediliblər. Bəli, təsvir ediliblər. Düşmənlər Levon və Sarkis ermənilər idi. Onlar da həqiqətən həyatda erməni bizim düşmənimizdir. Ona görə doğrudur, doğruya da veriblər, biri götürdü. Azərbaycanlıların öz torpaqlarından məcburi qovulması əks olunub. Burada məncə problem yoxdur da. Hekayə yadınızdasa bu düpbədüz. Yəni birbaşa bəli, məsələ budur. Torpaqlarımızın işğal olunmasına qarşı mübarizə əhatəli deyil axı. Xəzəngül övladı ilə Levon Sarkis gəlir, öz əri də evdə deyil, Gədəbəylə döyüşdədir. Bir qadının övladı ilə düşmən qarşısındakı mübarizəsi əks olunur. 3 səhvdir. Ermənilər tərəfindən bütün bəşəri dəyərlərin, müharibə qanunlarının pozulması əksini tapıb. Bu düz fikirdir. Amma yanlışa verir, uyğun gəlmir. Deməli, mən 3-lə 4-ü çıxsam, cavab hazırdır. Bir ikini götürmüşəm, 5-6. Millətlərarası ədavət. Elə bir şey yoxdur. Əsərin nikbin deyil də. Əslində ədəbiyyatımızda çox az sayda belə bədmin sonluqla bitən nümunələr var. Biri də bu əsərdir. Necə bir nikbinlik var ki, ana öldürürlər, sonra uşağını öldürürlər. Yəni, ona görə də səhvdir. Cavab C. Əgər burada hansısa bir bənd səhv yazmısınızsa, ümid edirəm aydın oldu. Yoxsa unutmuşsan sujetlə bağlı, bu danışdığım bir əhəmiyyəti qalmayacaq. Gedib açıb oxumaq lazımdır. Sonra. 7. 4. 4-də var. 4. Demişik, yeni də deyirik, dünya ədəbiyyatından sualımız qaçınılmazdır. Ya Çingiz Aytmatov, ya Ernest Hemingway. Çingiz indi burada Aytmatov modeldirsə, böyük ehtimal qoca dəniz imtahanda gələ bilər, birinci imtahanda. Yanlışı istəyir bizdən uşaqlar. Yedki ana beyti qorumaq üçün Sabitcandan kömək istəyir. Ana beyti qorumaq üçün kömək istəyir, amma nəticədə nə cavab alır? Peşman olur. Deməli, bu düzdür. Bizə yanlış istəyir. Yedigen hərəkətləri Sabitcan kimi Tansıkbayevin niyə təşvisi salsın ki? Tansıkbayev öz vəzifəsinin başındaydı. Heç Sabitcanı da təşvik salmır. Yəni, heç onun narahatçılığı duyulmur. Yedigen hərəkətləri Sabitcan ona görə narahat edir ki, o vəzifəsindən ola bilər. Vaxt gedir, vaxtı itir burada. O narahat eləyən budur. Tansıkbayevdə elə bir şey yoxdur. Tansıkbayevin davranışı Yedigeyi təşvişə salardı, narahat edirdi ki, ölünə aparıb bastıra bilmirdilər. Hə, Əhliman, nə yazmışdın? Ne yazmıştım? D. C. C. Yaddaşsızlıq, manqurtluq təhlükəsi və ona qarşı mübarizənin zəruriliyi əsərin əsas ideyası təşkil edir.
Bu əsərdə qırmızı xəttdir. Yaddaşsızlıq. Bəs biz Nayman ana ilə bağlı Jolamanı niyə görə oxuduq? Orada həqiqi yaddaşsızlıq idi. Amma Güvar əsrə bərabərdə mənəvi unutqanlığın gətirdiyi yaddaşsızlıq idi. Yaddaşı yerində idi Sabitcanı və Tazıqbayevin. Amma dəyərləri unutmuşdular. O Yəni yaddaşsızlıq. burada tələbliydi, orada məcburiyyətli. Yəni. Və ona görə düzgün fikirdir. Cavab B səhvdir. Sonra 16. 7 var idi. Mircəlal Vətən Yaraları və Açıq kitab əsərinin forma xüsusiyyətlərlə bağlı klaster şala. Bu vətən yaralarıdır. Çox sual olunan əsərlərdəndir. Çox xırdalığı. Çünki əsərin ötürdüyü dəyərlər çox yüksəkdir. Dostluq, birlik, vətənpərvərlik və sadiqlik. Ona görə də bu tip nümunələr çox sual olur. Deyir ki, tamamlaya bilən, həyata əks etdirmə eyni üsul. Açıq kitab romandır. Epik əsərdir. Vətən yaraları hekayədir. Deməli, hər ikisi nədir? Epik əsərdir. Klasterimiz doğrularla gedir. Eyni ədəbi növ təsvir təhkiyə əsasına yazılmışdır. Eyni ədəbi növ ikisi də epik əsərdir. Epikdə təsvir təhkiyə olur. Deməli, bir düzdür. Eyni dövrün real hadisələri. Açıq kitab müasir gənclikdən danışırdı. Belə deyək də, neçənci illər idi? O 20-ci əsrin vətən yaraları müharibə dövrü idi. Yəni, bu müharibədən sonraki dövr müharibə. İki səhvdir. Valideyn-övlad münasibətlərindən bəhs edir. Daha çox vətən yaralarında vardı. Mənim bu forma xüsusiyyətinin daxil deyil, ona görəymiş. Ay, sağ ol, bəli. Ay, sağ ol, bəli. Ona görə düzgün fikirdir. Yəqin səhv yazan ona görə çalışır. Eyni janra aiddir. Dediyi bir romandır, bir hekayədir. Nəsrlə yazılıb, sujetə malikdir, bəli. Qutardı. 1-5. Sualın forma və məzmunla bağlı olmağına həmişə diqqət edin. Forma elə bir nəzəriyyə yönümlü suallar, cavablar seçməlisən. Məzmun hadisənin gedişatı içindən. 6. Neçə qumru? 6. Dərviş şairdə Əhməd Naxçı ilə bağlı səhvi müəyyən edin. Şah Abbas vəziri Allahverdi xanın məsləhəti ilə Əhmədi öldürmür, onu zindana salır. Düzdür, bəli. Deyir, cavandır, deyir, hələ yazıqdır. Əhməd ağlının və iradəsinin gücü ilə çətin sınaqlardan üzə çıxır. Məncə, burada problem yoxdur, aydındır. Şah Abbas qızı Pəri Sultan xanımı Əhmədə verməyə razı olur. Bəli. Yəni, elə bu B-nin elə bir səbəbi C-dir. Əhməd Pəri Sultan xanımla kəbin kəsiləcəyi təqdirdə atların sirrini açacağını bildirir. Toyun sonunda danışmır. Əhməd 40 gün davam edən toy bitəndən sonra yuxunu danışmır. Yuxunu, bəli, bir müddət, tamam müddət keçəndən sonra danışır. Toy bitəndən sonra yox. Yesədir. Anladım, bəli. Sonra uşaqlar. 8. Vakin Hayfi yoxdur qoşmasına lirik qəhrəman el qızlarını süni bəzək çiçəkdən uzaq olmağa çağırır. Belə bir şey yoxdur. Əksinə süni bəzək düzdür. Vaqifin yaradıcılığında var. Nə lazımdır məşahətələr bəzək tahavüzünə deyir qoşmaların birində, amma Vaqif bu qoşma üçün demir. Daha doğrusu çıxıram bunu. Səhvdir, bizə düz lazımdır. Kür qırağında gördüyü gözəllərin qürursuzluğuna heyran qalır. Çox məntiqsiz bir cümlədir, avtomatik silirik bunu. Dünyanın etibarsızlığına təəssüflənir. Hayf ki, yoxdur da təəssüflənmir. Hansı əsərdə? Əruzda yazdığı əsərdə. Mən cihan mülkündə mütləq doğru halət görmədim. Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. Yəni, təəssüf hissi ilə deyir ki, çox şey gördüm, amma heç nə görmədim. Doğma vətənin gözəlliyinə heyranlığını ifadə edir. Doğma təbiətin gözəlliyini heyranlığını deyir də. Deyir, Kür qırağının əcəb seyrəngahı var, yaşılbaş sonrası hayf yoxdur. Yəni, əcəb seyrəngahı var. Deyir, yəni, nə gözəl seyrəngahı mənzərəsi var. Cavab deyil.
Bu yerdə İbrahim xana müraciətlə saraya qayıtmağa bu rəvayət olaraq qoşmadan əlavə təhlildə bizə qeyd olunub ki, Vaqif bu qoşmanı nəyə görə yazıb? Amma həqiqətən belə bir məsələ qoşmanın içində lirik qəhrəmanın dilindən verilmir. Bizə lirik qəhrəmanın dilindən verilən lazımdır. D. Soruşalım. 16. Nizami İskəndərnamə əsəri ilə bağlı verilmiş hansı fikirlərin yeri dəyişdirilsə, cədvəldəki yanlışlıq aradan qalxar. Bu sual çox tanış bir sualdır. Keçən dəfəki sınavda da buna bənzər bir test var idi. Güvəndə var idi müəllim bu. Harda? Güvəndə. Elə bir ki, bu bazar yox, ondan əvvəlki həftə olmalı idi belə bir sual. Əgər dəqiq düşünürsənsə, çəkib mənə göndərərsən, baxarıq. Güvən xatırlamıram, amma dimin özündə belə bir sual sınağında xatırlayıram. Deyir ki, İskəndər zəncilərə qarşı, İskəndər Dariyə qarşı. Uşaqlar, PDF əsərlər demişik də qaçınılmazdır. Heç olmaya bir 3-2 sual mütləq görəcəksiniz. Vəziri ilə məsləhətləşəndən sonra qoşun toplayaraq düşmənin üzərinə gedir. Düzgündür. Düzgündür, bəli. Düzgündür. Çünki Daraya verir, zəncilərə verir. Düzdür, bizə səhv aradan qalxır deyir. Məclis quraraq döyüşə başlayıb başlamamaqla bağlı aqillərlə məsləhətləşir. Daranı üçün olur. Bu Daradadır. Çünki aqillərlə məsləhətləşir ona görə ki, artıq Dara çünki atasından qalma bir adəti pozacaqdır. İllərdir atası Daraya xərac verirdi. Artıq İskəndər qarşı çıxırsa, dərin bir məşvərət aparacaqdır və aqillərlə, alimlərlə, yəni 2-ni bura yaza bilərik. Onda 2 buradandısa, 2, 4, 2, 6, 4, 6. İskəndər məqsədli şəkildə ona tərəf axın edən orduları dəf etmək məcburiyyətində qalır. Düşmən qoşununun çoxluğu onu qorxuya salır. Dara da onu qorxuya salmır, uşaqlar. Zəncilər çox uydular, həddən artıq çox uydular. Və xüsusilə bu məqamı yadda saxlayırıq ki, İskəndər döyüşlərdə qorxmur. Amma hər cür təhlükənin qarşısını ala bilmək üçün əvvəldən bir məsləhət məclisi qurur. Amma zəncilərdə onlar çox idilər. Sayı deyir, ucu bucağı yox idi. Ona görə qorxuya salır. Bir də şey var burada o cənnət cəhənnəm məsələsində. Orada Gedər necə? gedib qayıtmazlar. Hə, düzdür. Orada gedər, orada da qorxu var. Qorxu ilə bağlı versə, onu da deyə bilərik. Ehtiyatlı davranır orada da. Orada ehtiyatlı davranır deyə bilərik. Oxumadılar təslim məktəbi özü. Düzdür, olar. Sonra uşaqlar. 13-də var. 18 var. Müəllimə. 13-də İlyas Əfəndiyevin Xuşubanın Natəvan əsərindəki obrazlarla bağlı doğru fikirləri müəyyən etməyimizi istəyir. Obrazlarla bağlı. Deyir ki, Şahzadə qardaşını İran taxtına Məlik Dövlənin çıxardığını dilə gətirir, düzdür. Sonra da qardaşı Məlik Dövləni aradan götürmək istəyəndə o xilas edir. Şahzadə anası qardaş taxta çıxanda Şahzadəni öldürmək istəyir, onu anası xilas edir. Yəni Məlikə Dövləyə vəd verir ki, mən qardaşım kimi olmayacağam da, sənə daha yaxşı vəzifə verəcəm, sadiq qalacağam, ona görə də şirniklənir Məlikə Dövlə. Seyid Hüseyn məclisin üstə Çar hökuməti əleyhinə elə bir şey yoxdur uşaqlar. Siyasi çıxış edir, yox. Ümumiyyətlə, şeirlərin təhlilində Çarla bağlı qeyd olunur. Qala rəisi Azərbaycanlılar haqqında həqarətlə danışır. Qala rəisi. Düzdür orada. Natəvan söhbətində danışır. Çünki orada qala rəisi ki, yoxlamaya gəlirdi, Seyid Hüseyndən şübhələnirdilər Şahzadənin ölümünü. 1-3-2-yə çıxmışıqsa, cavab 1-3-4. Niyə? Mixailov Zahir bəyin satqın olması haqqında Xuşbanı bəli, Zahir satqındır və onun Mixailov.
məlumat verir. Hidayət xan Knyaz Xasayı öldürtmək istəsə də buna nail ola bilmir. Knyaz Xasayı yox. Seyid Hüseyin istəyir aradan görə. Knyaz Xasay ilə Hidayətin bir problemi yox idi. Yəni biz əsərdə elə bir şey görmürük. Amma Seyid Hüseyin istəmirdi. Cavab D. 1, 3, 4. Sonra 15-də var. bəhdə işlənmiş təsvir. Uşaqlar, bu təsvirdir, ifadədir. Başlığa həmişə diqqət yetirin. Ha, təsvir deyirsə, ifadəni çıxmalıyıq. İfadə var, yoxdur. Ona görə təsvir. Ah, mən aşiqiyəm, gözəl baharım. Düzdür, gözəl bahar ola bilər. Düzdür, onda bunu çıx. Yəni, epitet götürmə. Baharda çağırır çiçək. İnsan insanı çağıra bilər də, düzdürmü? Bu olsun metafor. Metafor. Çəmən döşəyidir sevdalı yarın. Ona lalə deyir səhər küləyi. Yine metafor. Çəmən döşəyi kimidir sevdalı yarın. Burada da olsun bir dənə təşbih. Bir də Metaforda lalə deməsi. Səhər külə lalə deyir. ona lalə deyir səhər küləyi. Hə, bu da metafordur. 2 dənə metafor var. Burada sevdalı yarla gözəl bahar ola biləcəyi üçün biz onu məcaz götürmürük. Yəni epitet demirik. 2 metafor, bir təşbih. Cavabımız C variantıdır. Sonra 18. 19. Müsbət Fəxrəddin əsərində hadisələrin baş vermə ardıcılığı. Bu ardıcılıq suallarında mən deyirəm, amma həmcədə bir şey deyirəm də Banu. Mən bunu 100 dəfə danışsam da, bu sizin üçün kifayət edən bir şey deyil. Əgər ardıcılıqda bu əsərdə problemin varsa, bunun tək çarəsi sənin o əsəri təzədən diqqət yetirməyindir. Mən bunu deyəcəm, bunun başqa tipi gələcək. Təkrar sual görməyəcəyimiz üçün başqa bir tip gələcək. Orada da sən yəni təzədən baxmalısan. Deməli, indi burada baxırıq. Cahangir bəy öz həyat və taleyindən narazılığını bildirir. Hürünə Rüstəm bəyin planı ilə bağlı Fəxrəddinə məlumat verir. Mələk xanımın Fəxrəddin bəy intiqam məlumatı təhrik etməsi, Səadətin Gülbaharın atası evinə yola salması, bu artıq Mahmud öləndən sonra Mahmud bəyin Səadət xanıma Gülbaharın xətrinə dəyilməməsini tapşırması. Bu öləndə tapşırılır. Əslində hamısı yaxın. Birinci 3 gəlir. 3 niyə gəlir? Ona görə ki, Fəxrəddin intiqam məlumatı təhrik etməsi hələ bu lap əvvəldədir. Olar. 3 ilə başlayıb 5 ilə bitirməliyik. Çünki ən sonunda budur. 3 ilə 5 bitən də bir dənə budur. Baxırıq. Düzmü getdik? Təhrik edir. Sonra Rüstəm bəyin planı ilə bağlı Fəxrəddinə məlumat verir. Orada 2 libasında gəlir, Fəxrəddin də tək idi otaqda. Bəli, Cahangir də öz həyat taleyindən narazılığını bildirir. Çotan nə bilir, qayış nə çəkir, o hissələrdə artıq danışırsa. Vəziyyət qarşılığında da göndərir. Hə, B olacaq. 3 ilə başlayırıq, 5 ilə bitiririk. Yenə də deyirəm, bu tip sualların çarəsi özünüzün təkrar ardıcılığa baxmağınızdır. 19. Fəxrəddin xanım, Məhəmməd Cavadın Səsli Qız poemasının məzmunu ilə bağlı doğru fikirləri müəyyən edin. Sarı öz həyatını təhlükəyə atır, öz şəhidliyi hesabına ölmür axı. Səhvdir bu. Sara Arqunun vəsiyyəti yox idi axı. Yox, vəsiyyətinə görə deyildi. Qalib Şahın adamlarının törətdiyi əməllər ölkədə insanlığı əzir. Cavab C-dir. Adımı çəkmir. Məğlub hökmdar qalib əfv edilməsi üçün yalvarır. Yalvarır, görmürük də orada. Gəlir ancaq görmürük, yalvarış görmürük. Müəllimə, Sara ilə səsli qız eyni adamlar olur. Yox, yeni dərslikdə o biraz fərqli qeyd olunub ki, Sara və səsli qız. Yəni, müəllif Saraya hadisəni danışanda, yəni bunu səsli qız danışır. Xarakter olaraq onlara bənzətdiyi üçün bunu bərabərləşdirir. Yəni, əsərdə biraz o hissələr necə deyim, açıqlanmalıdır. Dərslikdə bir qədər qarışıq qeyd olunub, amma eyni şəxs deyil. Sonra uşaqlar. 25-də 1-ə baxa bilərik. 22-də 5-ə baxa bilərik. 22. 22-də 5-ə baxırıq.
Nədir bu? İsmayıl Şıxlının Namərd gülləsində səbəb-nəticə baxımından mürşid obrazı ilə bağlı uyğunluq. Səbəb, Niftalın atası ona sığınacaq və torpaq verir. Nəticədə mürşid Niftalın köməyi ilə özünə ev tikir. Hə, ev eşik olur da. Bizə nə istəyir? Mürşidlə bağlı deyir, uyğunluq. Niftalın atası ona sığınacaq torpaq verir. Mürşid Niftalın köməyi ilə özünə ev tikir. Özünə ev tikmir axı. Neftalın köməklə də deyirəm. Ona da Neftal verir. Bəli. Niftalın ev tikir. Ev tikir. Tikməyi görmürük. Ev eşiyi olub görürük. Yəni onu dəstəklədikləri üçün o özünə də ev tikir. Ola bilər. Belə də düşünülə bilər. Yəni net orada ev tikmək saat qeyd olunur. Sonra 23 idi deyilən, yoxsa 25 idi, unutdum. Aha, 23. 23-də Sabirin neylərin ilahi şeyi ilə bağlı səhv fikirləri müəyyən edin. Neylərin ilahi şeirində ümumiyyətlə insanlığın taleyində narahat bir Sabir var. Yəni, birbaşa Azərbaycana aid məsələ deyil, ümumiyyətlə insanlıq taleyindəndir, səhv istəyir uşaqlar. Əsər cəmiyyətdəki haqsızlığa, cəmiyyətdə haqsızlığa qarşı etirazın ifadəsi düzdür bu. İnsanlığın taleyində narahatlıq düzdür bu. Azərbaycan məhdudlaşmır, bunu dedik. Ümumiyyətlə, bu şeirin əsas məsələsi budur ki, tək Azərbaycan deyil. Burada ümumbəşəri, insanlıqla bağlı yazıb Sabir. Şeir bir çox mənəvi əxlaqi dəyərləri aktuallaşdırır. Düzdür, bəli. Bəzi beytlər cəhalətin tənqidinə həsr olunub. Bəzi beytlər deyil də, orada Süxəndarla bağlı deyir, götürə bilərik, yenə də vurğuluyur. Övladların təhsilini uzaq saxlayan valideynlərin tənqidinə yer verilib. Bu da səhv. Belə bir şey. Belə bir şey yoxdur. Ümumiyyətlə, tənqidə yer verilmə məsələsi Sabirdə tipin öz dili ilə ifşa gedirdi. Oğul mənimdir əgər, oxutmuram əl çəkin, eyləməyin dəngəsər, oxutmuram əl çəkin. Yəni, tip öz dili ilə özünü ifşa edirdi. Burada elə bir şey yoxdur. Ümumiyyətlə, insanlıqla bağlı bir məsələlərdir. 3-6. 5-də düzdür, o birləri düzdür. 25-də 1. Yəni 24-də 1 ilə 3-ə baxa bilərik. Hüseyn Çavinin ana əsərində obrazlarla bağlı yanlış fikirləri müəyyən edin. Bir də Səlma adətə əməl etmək, intiqam almaq duyğuları arasında tərəddüd edir. Adət Murad Ələvəli idi orada, amma daha sonra Adət qonaq idi. Yəni, qonaq Allahın qonağıdır. Bir də intiqam almaq duyğuları tərəddüd keçirir. Sonra da qərar verir ki, oğlu da vəsiyyət edib, etsə oğlunun da ruhu inciyər, həm də qonaq Allah qonağıdır deyib, yəni buraxıb gedir. söz vermişdi də oradan. Məsələn, bunu belə də düşünə bilərik inşallah. Anadır da, yəni ümumiyyətlə düşüncəsi belə insana, yəni əsərdə ağla sığmaz bir şeydir. Necə yəni ana övladının qatilini necə buraxa bilər? Ona görə də deyirlər ki, Cavidin anasındakı, yəni yanaşma fəlsəfəsi dünya ədəbiyyatı səviyyəsindədir. İndi bəlkə də uşaqsız o şeylər sizə tam müəyyən mənada çatmır. Ən yaxınını düşünün ki, ən yaxın, ən doğmanın kimsə bir çıtma vuranda deyir, insan necə ona narahat olur, əks reaksiya verir. Qalmışdır övlad olan. Ona görə də bu tamamilə doğru fikirdir. Bir də nə dedim burada? 3-cü. İsmət Qanpoladın vəsiyyətini pozmaq istəmir. İsmət yox, ana. Ana. İsmət var. 4-cüyə də baxa bilərik. Neçə? Baxaq da ümumiyyətlə. Orxan Var-dövləti əsl nəcabəti ilə böyünür. Bəli, düzdür. Bu 3 səhvdir. Anaya aiddir. Səlim Qanpoladdan məktub gəlməsinə görə Səlmanı müjdələyir. Yox, İsmət müjdəliyir məktuba görə. Qanpoladın kənddə olmağına görə Səlim müjdəliyir, ana da ona gümüş kəməri verir. Yəni, burada kiçik bir yanlışlıq var. Məktuba görə İsmət müjdəliyir, Qanpoladın özünün kənddə olmasına görə Səlim müjdəliyir, qarşılığında da ana gümüş kəmər verir.
Qanpolad anasının sualına cavab olaraq ona kimin qıydığını söyləyir. Belə bir sual olur ümumiyyətlə. Murad əməlinə görə vicdan azabı çəkir, bu düzdür. Uşaqlar, deyir intiqamı aldım, amma Səhvdir da bu yəni, yoxdur. ananın sualına cavab olaraq sualı yoxdur axı elə bir şey. Sual, elə bir şey xatırlamıram. Səhv düşünürəm mən bunda. 3, 4, 5 deyərəm burada. 25-də birinci. 25-də. Axundov, deyirəm bayaqdan niyə Axundov yoxdur? Uşaqlar, elə bir imtahanımız yoxdur bizim Axundovdan sual olmasın. Axundovun Aldanmış Kəvakib əsəri ilə bağlı müqayisə cədvəlindəki uyğunsuzluq. Şah Abbas Yusif Sərrac. Taxt tacına nəvəsi varis olur. Belə bir şey Nəvəsi var. varis. Var. Orada oğlanlar ikisinin gözünü çıxarıb birini də öldürür. Nəvəsi də öldürmüş ki. Bəli, nəticədə taxt tacına sahib nəvəsi qalır. Yəni oğul qalmır. Orada yəni keçmirdə varis olur deyə biz götürürük. Çünki Yusif Sərrac gəlir ona görə. Hakimiyyətdən nə üçün Belə bir çəkildiyini şey saray əhlinə və mənsəb sahiblərinə izah edir. Mənsəb sahiblərinə niyə izah etsin? Onlar oradaydı da. Nə şey saray əhlinə, mənsəb sahiblərinə izah edir. Ortaq olardı, yəni heç biri demir. Nə üçün çəkildiyini və ortaq niyə olsun, Yusuf Sərrac nə üçün çəkildiyini izah eləmir. Burada mənsəb sahibləri fikrinə düz hesab eləmirəm. Ona görə ki, mənsəb sahibləri ilə onsuz da onlar üçün də müzakirə apardılar da. Yəni nə üçün gedirəm, onlara izah olunmadı. Sonra qadınlara izah olundu ki, artıq şahlıqdan gedir, artıq boşanırlar. Bu səhv fikirdir. Taxta çıxandan sonra ruhani sinfinin bəzi imtiyazlardan məhrum edir. Burada problem yoxdur yəqin ki, hə, uşaqlar? Aydındır bu. Xüsusilə ədalətli məhkəmə sistemi yaratmağa çalışır, bəli. Səfəvi hakimiyyətini idarə edir. Hə, yəni Şah Abbas Səfəvilərdən idi. Yusuf Sərrac da onun yerinə çıxdığı üçün yenə düzgün fikirdir. Əzci qanunlara, ağır vergilərə xalqa zülm edir. Yusuf Sərracda belə şey yoxdur axı. 2-6. Burada sizin üçün problem nə idi? 1. Bir idi məndə də. Bir dənə cümlədir uşaqlar. Bircə dənə cümlədir. Orada da Şah Abbasın qəddarlığını göstərmək üçün vurğulanan cümlədir. Siz köklənmisiniz onun qəddarlığının övladlarını öldürməsinə, amma o taca taxta kim gəlir, o hissi diqqətinizdən yayılıb. Açıb həmin sən bir də oxuyarsın. Burada amma yerinə gəldisə səhv olardı da. Sadəcə varis idi. Biz onu bilmirik. Varis olduğunu bilirik. Yerinə gəlmə bəlkə də tarixdə gəlib, indi onu biz bilmirik. Əsərdə bəli, əsərə görə səhv. Əsərdə qeyd olunmur çünki. Sonra 26-da ikinciyə baxa bilərik. aha, 26 ikinci nədir ümumiyyətlə? Bir varlığın hər hansı bir əlamətcə özündən daha qüvvətli əşyaya oxşadılması, daha da obrazlı ifadə səbəbi. Oxşatma nədir? Bənzətmə. Təşbih. Bənzətmə nədir? Təşbih. Eşitli qayalar, eşitli dağlar, payızın qızılı nağıllarından şərbətə döndərdi bağçalar, bağlar, torpağa yazılan nağıllarını. Yəni şərbət kimi elədi demək istədir. Bəli, şərbətə döndərdi bağçalar, bağlar. Yəni bağçalar, bağlar şərbətə döndərdi. Yəni şərbət kimi şirin etdi. Bu mənada deyə bilərik təşbih. Bəli, başa düşdüm. Dördüncü nə deməkdir 26-da? Birinci, Dördüncü. fikrin ifadə tərzi onun əsl mənasına qarşı qoyulmuşdur. Kinayə demək istəmir. Olar, bəli. Fikrin ifadə tərzi onun əsl mənasına qarşı, bəli. Biz kinayədə dediyimiz fikrin əksi nəzərdə tuturuq da. Kinayə, bəli. Vardı, kinayə yoxdur burada. Çünki bu tərənnüm əsasıdır. Başqa sual var uşaqlar? Xeyr. Yaxşı, yoxsa yekunlaşdıraq. Gördünüz nümunəni, imtahan nümunəsini.
Yəni zəif tərəflərinizi müəyyən etdinizsə, yenə də imtahana neçə gün qalıb, az vaxt deyil, yenə nəsə etmək olar. Xüsusən sujetlə bağlı diqqətli olun. Bir də təhlil hissələrində. Oldu uşaqlar, yekunlaşdıraraq görüşərik. Sağ olun. Oldu müəllim, sağ olun.